Sabahınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. Hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə, bu o deməkdir ki, Azərbaycan televiziya kanalının ekranlarında mən Gülnar Səhliyarının təqdimatında Xoş Sabahın vaxtıdır. Xoş Sabah bizimlə başlar devizini əsas götürərək Xoş Sabahdan xoş gördük hər birinizi. Əziz dəyərli izləyicimiz, bugün yaxın 2 saat ərzində proqramımız canlı yayımlanacaq və canlı yayıma qoşulmaq istəyən izləyicilərimiz qaynar xəttimiz vasitəsindən müraciətlərini edib suallarını ünvanlaya bilər. Eləcə də qonaqlarımızla əlaqə saxlamaq istəyən izləyicilərimiz sosial şəbəkə üzərindən qonaqlarımızla əlaqə saxlayıb müraciətlərini edə bilər və yaxud da proqramın titr bölümündə əlaqə nömrə və digər koordinatlar yayımlanacaq yaxın dəqiqələrdə. Sizləri çox intizarda saxlamadan artıq günlər anonslardan gördüyünüz qədərilə qonaqlarımı təqdim etmək istəyirəm. Hansı ki, artıq anonslardan hər birinizə məlumdur ki, müəyyən qədər biz gözəl təbəssümdən danışacağıq. Təbəssümün bizə yaratdığı psixoloji durumdan danışacağıq və əhatəli müzakirələrə qoşulacaq olan dəyərli stomatoloq ortodont qonağımız var ki, Lamiyə xanım Qurbanova, xoş gəlmişsiniz. Sabahınız xeyir Lamiyə xanım, gününüz uğurlu olsun. Təşəkkürlər. Və sözsüz ki, Teraplay Reabilitasiya və Nitq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq, psixoterapevt, eyni zamanda duyğu tənəmi mütəxəssisi Orxan Şəfizadə. Xoş gəlmişsiniz. Sabahınız xeyir. Gününüz uğurlu olsun Orxan bəy. Çox sağ olun, minnətdaram. Necəsiz? Əla, möhtəşəm. Gününüz hər zaman belə tezdən başlayır, yoxsa? Bəli, daha tez, 8:00-dan. Ümumiyyətlə, mənə maraqlı bir psixoloqun gündəlik iş rutini deyək də. Çünki sizdə, məsələn, cərrahlar elədir ki, gecə saatlarında da zənglər eləyirlər, çağırırlar. Bizə ginekoloqlar gecə saatlarında doğuma çağırırlar. Amma sizdə, məsələn, gündəlik iş rutininiz və şəxsi həyat rutininiz necə keçir? Bir gününüz necə keçir? Bir günüm səhər 8:00-dan başlayırıq. Axşama qədər iş, işin son rejimi yoxdur. Sonuncu pasiyentə qədər işləyirik, qəbul edirik. Daha sonra çıxıb evimizə, işimizə hər kəs kimi. Bəs o qədər psixoloji, belə deyək də, problemli insanları dinləyirsiniz. Onların reabilitasiyasında iştirak edirsiniz. 7-dən 77-yə hər kəsin. Bəs o, belə deyək də, bu sizin iş yükünüzdür, məlum məsələ, amma biraz da negativlik var da orada insanların yükünü... Təbii ki olur, sözsüz olur. Bəli, yükünü dinləyirsiniz. Bəs o yükü necə atırsınız öz üzərinizdən? Necə o restart düyməsini basırsınız özünüzdən? Bəli, biz işdə funksiya mexanizmi, mən orada Orxan kimi çıxış eləmirəm ki, Orxan mövqeyindən yanaşmıram insanlarla. Bir funksiya, bir mexanizm. Nə düzdür, o şəkildə gedirik. Səhvi düzü olduğu kimi qəbul edirik, onun üzərində işləyib çalışıb insanlara dəstək veririk. Və oradan çıxanda artıq mən oradan çıxandan sonra oluram Orxan rahat. O yükü daşısam o üzərimdə, mən oradan 2 gündən artıq işləyə bilmərəm. Hə, yəni işinizlə şəxsi... Mexanizm kimi, funksiya kimi, bəli, bu artıq bir həyat tərzidir. Girdin qapıdan oldun mexanizm, funksiya, çıxdın oldun Orxan. Aha, çox maraqlıdır. Sizin televiziyada ilk təcrübəniz deyil. Mən bildiyim qədərilə kifayət qədər çox sayılı proqramlarda olmuşsunuz. Təcrübə bilirəm ki, kifayət qədər çox dərin təcrübələriniz var da bu sahədə. Ümumiyyətlə, sizcə televiziya necə bir təcrübədir? Sizin üçün, sizin mövqeyinizdir. Mənim üçün, belə deyərdim sizə, o qədər həssas, ehtiyatlı və eyni zamanda, çünki bizi izləyən nə qədər izləyicilər var, sözdə o qədər ehtiyatlı olmalısan ki, sözün gücü, təsiri böyükdür insan həyatında. Ona görə hər zaman efirdə danışmaq, canlı yayımda xüsusən danışmaq bir başqadır. Sonradan çəkilişlərdə bir başqadır, amma istənilən halda efir, televiziya insan üçün əslində bir mərhələdir həqiqətən də. Bu məsuliyyəti lazım, keçmək lazım və məsuliyyətli davranmaq lazımdır. Eynən, bu məsuliyyəti hiss eləyib, bu məsuliyyəti anlamalı çox gözəl bir məqamdır həqiqətən də, təqdirə layiq bir addımdır. Mən niyəsə canlı efiri daha çox sevirəm. Əlbəttə ki, maraqlı. Çəkilişlərdə, efrin dinamikası, enerjisi və o səmimiyyət, reallıq tamam belə gözəldir. Hər bir şey bir mənalı keçir də, yəni sonra bəzəmək yoxdur. Necə varsa elə də danışırıq rahat. Bəli. Lamiyə xanımla bizim ortaq dostlarımız var. Elə mənim dəyərli dostum, doğma müəllim Fidan xanım Rəcəbova bizim ortaq dostlarımızdandır. Kifayət qədər çox gözəl informasiyalar verib, yəni şəxsən bugün tanış oluruq, amma qiyabi olaraq tanışlığımız var idi. Təkrar xoş gəlmisiniz. Mən istəyəcəm, bax, sizdən soruşum. Sizin amma ilk təcrübənizi səhv eləmirəmsə, sizin üçün bəs necə təcrübədir? Düzün desəm, ilk dəfə olduğu üçün bir balaca həyəcanlıyam, amma yəni gözəl bir təcrübədir. Mənə elə gəlir ki, hər bir vətəndaşın, yəni əgər bu cəmiyyətdə hər hansı bir mövqeyi varsa, o vətəndaşın yəni bu təcrübədən keçməyə mütləqdir. Bizim yanımızda Orxan bəy kimi dəyərli psixoloqumuz var. Hansımızdasa nəsə bir sıxıntımız olsa, avtomatik yanımızda olacaq. Onunla başlamağımın da əsas səbəbi o oldu ki, həm mənim, həm sizin müəyyən qədər o, belə deyək də, həyəcanımızı yetişdirə bilsin. Buradadır, bizim yanımızdadır və görəsiniz ki, burada qeyri-adi heç nə yoxdur. Sizin hər birinizdən dəyərli qonaqlarım, çünki sizin hər ikinizdən də elə ilk dəfə efir bölüşürəm. Maksimum özünüz kimi və səmimi olmanızı xahiş eləyəcəm. Mənə maraqlıdır, bəs Lamiyə xanımın gündəlik iş rutini necə keçir? Yəni şəxsi işləriniz və yaxud da ümumilikdə bir gününüz?
Mənim günüm əslində mən növbəli işləyirəm. Ona görə məndə iş səhər başlayıb axşam bitmir. Yəni günlərə bölünür və növbəli şəkildədir. Səhər növbəsi olduğum günlər təbii ki, səhər tezdən dururam. Günün müəyyən yarısına qədər pasientlərimi qəbul edirəm. Sonra ev işləri və yaxud da başqa şəxsi işlərim. Hobbiləriniz. Bəli. Və əgər ikinci növbəyimsə, onda günün belə deyək də gün ortasından başlayaraq axşama doğru sonuncu pasientə qədər yəni davam edirik. Bəs hobbiləriniz nədir, Lamiyə xanım? Deyim ki, xüsusi bir hobbim yoxdur. Sadəcə olaraq iş, məsəl üçün gəzmək, dost-tanışla görüşmək, yəni belə. Yəni ən gözəl stres atmaq. Bəli. Bəs Orxan bəyin hobbiləri nədir? Mənə ümumiyyətlə maraqlıdır psixoloqların belə həyatları. Orxan bəy, sizin bəs Mən hobbiləriniz nədir? musiqini sevirəm. Oxumağı çox xoşlayıram. Ciddi. Səsiniz necə? Yəni Bəlkə birazdan zümzümə eləyərik. Yox, təşəkkür. Birlikdə. Burada da mən sizə back vokallıq eləyəcəm. Siz narahat olmayın. Birazdan bizim dəyərli sənətçi dostumuz Leyla xanım gələcək və Leyla xanımın ifalarından biz də hərəmiz bir tərəfdən back vokallıq eləyəcək. Oxumaq nəyə lazım? Biz həvəskarıq da. Hərənin öz işi var. Yenə də məncə ən O da gözəl. Lamiyə xanım da çox hərəmizin gözəl işimiz məqama var. vurğuladı. Amma hobbi olaraq da diz vurğuladığım kimi oxumağı sevirəm. Karaokelər də Musiqi ilə oxuyursunuz. yaşayıram mütləq hər gün. Nə gözəl. Dincəlirəm əslində. Əsl bir tərəfdən stres atmaqdır da o. Bir növ bəli, əlbəttə ki, stres atırıq həm eyni zamanda da. Bəzən hamam otaqlarında özümüz stres atırıq belə gözəl-gözəl Biz ifa. hər Özümüz elə otaq- bil ki, ən gözəl səs bizdədir. Biz hər otaqda, tək hamam otaqlarında deyil. Çox gözəl, uğurlarınız bol olsun. Həqiqətən də hər birimizə bu qədər gərgin və stressli dünyada yaşayırıq. Və məlum məsələ bu da bizim müəyyən qədər psixoloji durumumuza təsir edir. Danışacağıq gedişatdan. Ümumiyyətlə Lamiyə xanım, sizcə stomatoloji və ortodontik belə deyim mövzularda, sahədə ən çətin və ən ağır tərəfi soruşsam, siz bir element demiş olsanız, sizcə sizin sahənin ən çətin və ən ağır tərəfi Məsuliyyət. hansıdır? Birinci növbədə məsuliyyət. Çox məsuliyyətli olduğu üçün o məsuliyyətin yaratdığı gərginlik yəni təsir edir. Məsuliyyət böyükdür üzərimizdə hər barədə. İstəyir uşaq pasientlərlə işləyəndə, istəyir böyük pasientlərlə işləyəndə, yəni çox böyük məsuliyyət yükləndiyi üçün üzərimizə, ona görə yəni bu mövzular bir balaca deyirəm, çətin tərəfləridir. Ən çətin tərəflərimiz bunlardır. Psixoloji durumda bəs səbir də ən çətin tərəfi. Səbir, vicdan, baxır duruma insanına görə, probleminə görə. Məncə psixoloji durumda siz daha yaxşı bilərsiniz Orxan bəy, siz daha gözəl mövzulara toxunacaqsınız sözsüz. Məncə burada yaşlara görə psixoloji durumlar dəyişir, yox? Yaşlar, mən hətta daha artığını deyərdim, hər fərd bir ruhdur, hər kəsə görə özünə məxsus bir metod var. Yəni, yaşa görə, məsəl üçün, hamının 20 yaşı varsa, eyni yaş durumuna görə eyni davranmaq olmur. Ay, sağ olun. Biz hər kəsə individual özünə məxsus yanaşmalıyıq. Baxın, ümumi olaraq istəyirəm sizdən soruşum. Sizcə ümumiyyətlə insan psixologiyasında ən mürəkkəb element, ən mürəkkəb detal nədir? Mürəkkəb, yəni çətin gələn insana. Çətin gələn əgər insan qərar verib gəlibsə, müraciət edibsə, çox çətindir. Öz iradəsi ilə? Öz iradəsi ilə, yəni biri var insan gəlir kömək istəyir bizdən. Biz ona kömək əsirgəmirik, bacardığımız qədər düzgün şəkildə yönləndiririk. Biri var ki, insan artıq qərar qəbul edib. İki hal olur. Ya gəlirlər öz qərarını, təsdiqini eşitmək üçün özünə lazımlar. Yenə gəlib, psixoloji gəlmiş sayılmır. Öz fikrini təsdiqləmək üçün gəlir. Və ya insan sadəcə olaraq gəlir ki, mənə kömək elə, köməyə ehtiyacım var və bu halda köməyə ehtiyac olan halda daha çox effekt verə bilirik, nəinki insan qərar verib gələndə. Mürəkkəb dediyiniz odur, yəni sırf qərar verib gəlirsə, kömək eləmək mümkün deyil. Həqiqətən də bütün sahələr çox məsuliyyətli sahələrdir və biraz da sanki mövzuları daha dərinə düşəndə mövzuların nə qədər məsuliyyətlinin daha da ağırlaşdığını sanki o dövrdə daha yaxşı bilirik. Məsələn, aparıcılıq yalnız efir qarşısına çıxıb da proqram danışmaqdan ibarət deyil. Yəqin kənardan müəyyən səhnədə gördüyümüz ulduzlar görürük ki, ayda necə gözəl. Məsələn, o istiqamətdə istəyən, səhnəyə çıxmaq istəyən insanlar da çoxdur. Və yaxud da psixoloq düşünürlər, bilməyənlər, məlumatsız insana düşünürlər ki, insan dinləyir də, elə nə var ya orada, kimi yanaşanlar da var. Amma bu heç də belə deyil. Və yaxud da ortodontlar, mən indi Fidan xanımla mütəmadi ünsiyyətdə olduğum üçün bilirəm. Əminəm ki, sizə də bu cür çətinliklər, ağır məsuliyyətlər var ki, düşünürlər yalnız o dəmirləri taxmaqdan ibarətdir. Heç də elə deyil. Yəni birini yanlış millimetrdə taxsanız müəyyən fəsadlar gətirib çıxara bilər ki, çox həssas və məsuliyyətli işiniz var həqiqətən də. Proqramımızın da əsas məğzi həmin bu məsuliyyətli izləyicilərə aşılamaq, düzgün maarifləndirmə işləri aparmaq və təhsilin nə qədər önəmli olduğunu vurğulamaq. Mən təhsilli dediyim zaman ancaq ali təhsil düşünülmür, ali təhsil nəzərə tutulmur. Təbii ki, hər kəs təhsilli olsa bir o qədər silahlı olmuş olmağımız və gələcəkdə bir o qədər özgüvənli olmağımız deməkdir ki,
peşə yönümlü sahələr də günümüzdə kifayət qədər çoxdur ki, proqramımızın dəyişilməz hissəsi olan əl işi bölməsində mütəmadi peşə yönümlü sahələri sizlərə tanıtmağa, tanıtdırmağa çalışırıq ki, elə bu gün də məhz elə Azərbaycan brendi olan İz Aksesuarsın təsisçi rəhbəri, dəyərli Gülnara xanım Ağaverdiyeva studiyamızın əl işi bölməsinin özəl qonağıdır. Xoş gəlmisiniz Gülnara xanım. Çox sağ olun, xoş Sabahınız gördük xeyir. sizi. Sabahınız Gününüz xeyirli uğurlu olsun. olsun. Çox sağ olun. Necəsiz? Yaxşı olasınız. Həmişəki kimi öz əl işlərinizdir, geyinmisiniz, keçinmisiniz, gəlmisiniz. Çox gözəl. Uğurlarınız bol olsun. Yeni sağ mövsümdə olun. 2 dəfədir qonağımızsınız. Mən istəyəcəm, baxın, bu müddət ərzində nə kimi dəyişikliklər oldu, adınızda rebranding elədiniz, onu bildim. Danışsaq keçən ilki ilə bu ilki arasında nə kimi dəyişikliklər olduğunu, nələri vurğulayardınız? Salamlayıram Gəlin hər kəsi. Salamlayıram hər kəsi. Adımızı yenilədik. Daha da iri addımlar atmağa başlamışıq. Üzərimdə hər zaman olduğu kimi çalışıram. Yeniliklər yaratmağa başlamışam. Əslində hal-hazırda mən mütəmadi proqramımız sayəsində sağ olsun bizim dəyərli komandamız, mən tez-tez əl işlərlə çalışan xanımları görürəm. Amma İlkin Zəhra brendini illər öncəsindən tanıyırıq. Hal-hazırda İz Aksesuarisi çox sevərək elə öz geyimlərimizin üzərində də daşıyırıq. Baxın, kifayət qədər çoxsaylı rəqibmi deyim onlara, yoxsa bu sayədə çalışan kolleqalarınız mı deyim, xülasəsi sizi həmin o işlərdən, sizin işlərinizi həmin o işlərdən üstün eləyən, ayıran əsas özəllik hansıdır sizcə? Mən düşünürəm ki, fərqləndirən özəllik odur ki, sırf bir istiqamətdə işləmirəm mən. Məsələn, mən ziyafət geyimlərinin üzərinin işləməsi, aksesuarlar, nə bilim, bütün aksesuarları hazırlamağı bacardığım üçün məncə o baxımından fərqlənə bilərəm. Yəni sırf məsələn kolleqalarım var ki, sırf broş üzrə fəaliyyət göstərirlər və ya sırf sırğaların hazırlanması olur. Məndə isə qarışıq. Hər tərəfli özünüzü inkişaf elətdirmisiniz. Çox gözəl, bunun özü çox mükəmməl bir məqamdır. Bu cür əl işlərinə maraq olan, həm taxmağa maraq olan, həm hazırlamağa maraq olan kifayət qədər çoxsaylı xanımlar var. Elə istəyəcəm master klasslarla bağlı söz buradaykən qeyd eləyək. Master klasslara maraq necədir? Onlayn mı keçirsiniz dərsləri, yoxsa əyani qəbullarınıza gəlirlər? Tələbat çoxdur master klasslara. Həm onlayn şəkildə fəaliyyət göstərirəm, həm fərdi şəkildə fəaliyyət göstərirəm. Yəni belə. Sifarişləri də hansısa bir məşhur saytlardan, məşhur səhifələrdən götürsəniz, onu oradan da gözəl formanda bizim dəyərli Gülnara xanım hazırlayıb ərsəyə gətirəcək. Bəli. Bu ana rəhmində olan körpədir, yoxsa mənə elə gəlir? Yox, kəpənəyin qanad hissəsidir. Ciddisiz? Bəli. Mən elə bildim Belə. ki, hə. Deyir, baxdı, nə görməksə onu görürsən. Mən bunu siz nəyə bənzətdim? Ultrases müayinəsində körpə uşaq uzanır belə. Ona bənzətdim. Kəpənəyin Oxşamır sizcə? qanadıdır. Hə, şəlalət. Rejissorum, operatorlarım təsdiq verin. Elə bir uzanmış uşaqdır. Bu başıdır, bu da ayağı, bu da qarnıdır. İndi oxşatdım. Hə, ana bətnində uşaq elə ultrases müayinəsində gedirlər belə doktor müayinəsinə. Normalda Belə kəpənəyə oxşadı, baxın, kəpənəyin yarısı. Nə maraqlıdır. Bir-birindən maraqlı və kreativ əl işləri var. Keçənlərdə o psixoloji indi Orxan bəy daha gözəl bilər. Deməli, şəkildir. Şəkildə yazılıb ki, ilk nəyi görsən, orada var, diqqətlə baxanda qadın siması da var. Nə bilim, qoca qadın da var. Kəpənək də var. Əslində belə baxıram, altında rəylərə baxıram. Görsən mən necə psixoloji durumdayam. İndi mən də burada uşaq gördüm kəpənək əvəzinə. Bu nə psixoloji durumdur məndə? Bənzətmədir. Hər şeydə psixoloji durumu axtarmaq lazım deyil ki. Mən Sadəcə ümumiyyətlə- bənzətmisiniz, hər bir təsəvvürü var bu şəkildə. Həqiqətən də mən onu uşaq ana bətnindəki körpəyə bənzətdim. Ay nə gözəldir burada butalar, narlar. Çox gözəldir. Mən ümumiyyətlə bu cür əl işlərinə hər zaman dəyərsiz olan əl işləri deyirəm. Çünki bu hər hansı bir rəqəmlə ölçüləsi əl işləri deyil. Çox gözəl əl işləridir və sadə geyimlərinizi belə hal-hazırda bu mövsümdür. il ümumiyyətlə dəbdədir pencəklərin üzərinə. Paltoların, pencəklərin Bəli, üzərinə. Bir neçə broşu taxmaq, yəni dəbdədir bu il. Bu da quş. Görün nə gözəl görünür. Bu ideyalar özünüzə məxsusdur. Həm özümə məxsus olanlar da olur. Bəzən olur ki, bəyəndiyim bir Bu da kosmetoloq. broş olur, hazırlayıram. Kosmetoloqa hədiyyə eləyə bilərsiniz bu dodağı. Çox gözəl. Bu da məşhur dünya brendinin Chanel. loqosu. Çox gözəl. Bəs daha çox tələbat hansı əl işlərinizdədir Gülnara xanım?
Bu il ümumiyyətlə broşlara daha çox tələbat var. Yəni demək olar ki, daha çox broşlar işlənməyə başlamışam. Sırğalar nədənsə bu il biraz zəifləyib. Broşlar daha aktiv. Mikrofonu daha yaxın tutun. Aha. Yəni broşlara daha çox tələbat var. Çox gözəl. Uğurlarınız bol olsun. Çox sağ olun. Mən qeyd edirəm ki, bugün bizim dəyərli qonaqlarımız üçün də eləməz bizdən hədiyyə olaraq bir kiçik-kiçik hədiyyələr təqdim eləyəcəyik ki, sizin də könlünüzü xoş eləsin və yanaşı olaraq da qardırobunuzu gözəlləşdirsin. Siz də dəyərli Orxan bəy, xanımınıza hədiyyə eləyə bilərsiniz. Niyə də olmasın? Bu cür gözəl jest eləyə bilərsiniz. Ümumiyyətlə xanımla, xanım-bəy münasibəti də çox müzakirəli mövzudur. Biz bugün uşaqlardan danışmağa çalışacağıq, amma gələn efirlərin birində mütləq cütlük münasibətlərini əsas eləyək Orxan bəy proqramımızı. Çünki bu da çox mübahisəli və müzakirəli durumlardan biridir. Fərqli və qeyri-adi yeni dizaynlarınızı soruşmaq istəyəcəm sizdən Gülnara xanım. Dizaynlar hər biri özünüzə məxsusdur. Demək olar Siz çox fasilə vermişsiniz proqrama. Nəsə həyəcan istəyirəm sizdə. Bu nədir belə? Həmişə məndən yaxşı danışan Gülnara xanım indi danışmaq istəmir. Çox maraqlı məqamdır. Olsun, dizaynların hardan götürürsünüz? Necə ideya gəlir onu deyə bilmərəm, amma çox gözəl həqiqətən dizayn edirsiniz hər birini. Bu da çox gözəldir, xarab bülbül bax. Necədir bax, günə gözəl görünür. Çox gözəl əl işləri ilə elə proqramımız qaldığı yerdən davam eləyəcək. Mən bunu göstərim, baş üstə al. Bugün nə hazırlayacağıq izləyicilərin gözü qarşısında, daha sonra reklama keçid eləyəcəyik. Reklamdan qayıdında müzakirələrimizlə, gözəl musiqilərimizlə qaldığımız yerdən davam eləyəcəyik. Bugün sadə geyimlərin üzərinə yaxalıq hazırlayacağım, boyun nahiyəsi üçün yaxalıq eləyəcəm. Necə yaxalıq? Boyun hissəsi. Boyun bağı hazırlayacaqsınız. Baratnik kimi bir boyunluq olacaq. Mirvəlli. Tamamdır, əla, gözəl, mükəmməl. Dişlərinizlə bağlı hər hansı bir qısır varmı? Fidan xanım, siz Fidan, bəli, doğrudan Sumqayıtda yaşayırdıq, bəli. Sumqayıtda artıq Fidan xanım varsa, artıq başqa bir problem qalmır demək olar ki. Uğurlarınız bol olsun, işiniz avand olsun, prosesi yerinə yetirin, zəhmət olmazsa gedişatı göstərəcəyik. Bizim dəyərli qonaqlarımızın ümumiyyətlə bu əl işlərinə marağı mənə çox maraqlıdır. Ümumiyyətlə, Lamiyə xanım, xüsusi bir bacarığınız, xüsusi bir əl işləri bacarığınız varmı? Toxumu ola bilər. Bizim o vaxt əmək fənnini keçirdilər, orada öyrətirdilər bizə. İndi müasir dövrdə STEAM adlandırırlar onu. Mənim özümün xüsusi belə bir bacarığım yoxdur, amma qızımda var. Çox gözəl əl qabiliyyəti var. 9-cu sinifdə oxur. Onun gipslə, gips deyirik də, səhv eləmirəmsə, o ilə cürbəcür fiqurlar düzəldir, cürbəcür, nə bilim, özü internetdən götürür, baxır hazır şəkilləri və onu, həm də ki, şəkillər də çəkir çox gözəl. Düzdür, mən onu tibb sahəsinə yönəltmək istəyirəm. Yəni stomatologiyaya, belə deyim. Amma onun özü... Siz özünüz istəyirsiniz də, indi o uşaq nə istəyir? Mən istəyirəm, bəli. Uşaq özünün əl qabiliyyəti çox gözəldir. Yəni, məndə o xüsusiyyətlər olmayıb. Yəni, onu yalan deyərəm, amma qızımda var. Yəni, elə bir gözəl xüsusiyyətləri var, bəli. Məncə zaman göstərəcək ki, o... Evdə də hal-hazırda düzəltdiyi o xüsusi modellər, çəkdiyi rəsmlər biz saxlayırıq, yəni var. Onun, belə deyim də, dincəlir o ilə. Onu işləyərkən o dincəlir. Yorğun zamanlarında stres atmaq üçün həmin girir otağına və o şeylərlə məşğul olaraq özünü elə bir ki, belə deyək, ruhunu dincəldir. Elə qoyun ruhunun dincəldiyi yer istiqamətlənsin. Bəlkə də gələcəyin bir məşhur mühəndisi, məşhur heykəltaraşı, məşhur rəssam ola bilər. Niyə də olmasın? Bəzən biz valideynlər düzgün istiqamətləndirməyə çalışırıq, amma doğru bildiyimiz yanlışlar da olur, Orxan bəy. Sizin də xüsusi əl bacarığınız nələrdir? Mənimki danışmaqdır. Mənimki əlinə qətiyyən bacarığım yoxdur. Bir də siz nə yadıma düşdünüz? Şəkildə siz nə yadıma düşdünüz? Deməli, qeyd olunur ki, psixoloji seansa gəlməmişdən öncə beynin belə qarma-qarışıq. Psixoloji seansdan gələndən sonra artıq hər biri öz yerinə düşür. Eynən, puzzle kimi sanki həmin o belə deyim də ip burulur. Sanki elə özünü artıq dolanmış olur. Ümumiyyətlə, sizcə günümüzdə Azərbaycanda ümumi yanaşsaq, psixoloqa müraciət tendensiyası nə qədər inkişaf eləyib? İllər öncəsindən müqayisə dəyişibmi? Sırf ondan başlayacaqdım ki, elə çox uzaq getmək istəmirəm. 10 il ərzində belə böyük bir fərq var. Yəni, psixoloq anlayışı yaxşı mənada, müsbətə doğru gedir. Düzdür, tam istədiyimiz deyil. Çünki əksər hallarda böyüklərdən danışsaq belə, uşaq mövzusu olsa baxmayaraq, böyüklərdən xanımlar daha çox müraciət edir, nəinki kişilər, bəylər. Biraz bu baxımdan hələ əziyyət çəkirik. Amma ümumi götürsək, tam yanaşsaq mövzuya, fərq çox böyükdür. 10 il ərzində yüksək bir fərq var. Bəs sizcə niyə belədir? Yəni, niyə bəylər
biraz mental baxımlar rol oynayır, biraz psixoloji sözün nə anlam verdiyini məncə bilməmək də böyük rol oynayır bu işdə. Psix sözündən götürürlər, amma psix ruh deməkdir. Nə deməkdir ki? Bəlkə də illər öncəsində qüsur kimi yanaşırlar psixoloji xidmətlərə. Bəlkə də illər öncəsində bəylərə, kişilərimizə, qardaşlarımıza psixoloji çox böyük güc yükləyiblər. Elementar məsələn, mən xatırlayıram bizim uşaq dövrümüzdə sinif yoldaşımız ağlayanda müəllimimiz belə istəmədən sən kişisən, hara ağlayırsan kimisindən güc yüklüyürdülər. O qədər güclü olublar ki, sanki bəylərimiz. Artıq onu şəxsiyyətə ötürüblər və düşünürlər ki, mən psixoloqa getsəm zəif yerimi göstərmiş olaram kimisindən. Ego qidalanır. Bütün bu rəftarlardan insanda ego qidalanır və çox təəssüf ki, insan egoist olduğunun fərqinə varmır. Məsəl üçün, kim ki deyir ki, mən egoistəm, qəti anlayış yoxdur onda egoist. O qədər mülayim insandır. Amma kim ki deyir ki, qətiyyən nə ego, mənim kimi yazıq, fədakar insan var, egonun özü danışır. Yəni, bu belədir həqiqətən də. Onun üçün yəni, məktəbdən, çöldən, bayırdan fərq eləməz. Düzgün olmayan tərbiyə üslublu, yanlış metodlarla yükləmişik neqativləri kişilərə və kişi hardasa zəif görsənməyə çalışsa da mümkündür, eləyə bilmir. Ümumi yanaşsaq 21-ci əsrdə yaşayırıq və 21-ci əsr bütün dünyada olduğu kimi doğma ölkəmiz olan Azərbaycanımızda da psixologiya əsri sayılır və psixoloqa getmək tendensiyası günümüzdə daha da nisbətə doğru artmalıdır və patoloji durum olduğu təqdirdə deyil də, hətta ən belə deyim, məşhur, ən inkişaf etmiş ölkələrə baxsaq, hər bir fərdin, hətta hər bir ailənin bir ailə psixoloqu var. Hər bir fərdin bir fərdi həyat koçları, life koçları var ki, mən düşünürəm bu cür elə inteqrasiya eləsək o inkişaf etmiş ölkələrə daha gözəl olar. Sırf uşaqlardan danışırıqsa, dəyərli Orxan bəy, istəyəcəm sizdən soruşum. Baxın, illər öncəsində uşaqlarda, məsələn, 90-ların sonu, 2000-lərin əvvəllərində uşaqlarda bu qədər psixoemosional pozuntular yox idi. Ümumi istəyəcəm sizdən soruşum. Şəxsi təcrübənizə görə nəyə görə son illərdə uşaqlar arasında müxtəlif növ psixoemosional pozuntular daha geniş spektrdə özünü göstərir? Gözəl sualdır. Belə bir cavab verə bilərəm sizə. Burada tam dəqiq vurğulanan bir şey yoxdur. Amma ehtimalla və praktikaya əsaslansaq deyə bilərəm ki, uşaqlarımız elektron dövrə, sanki hər şey elektronlaşıb, oynamaq, rahat hərəkət, çöl, bar, heç nə yoxdur. Hər şey süni, hər şey oturaq. Yəni sensor inteqrasiya indi duyub dinləmə deyirik. Bunun hamısını biz özümüz oynaya-oynaya, böyüyə-böyüyə hamısını keçmişik. İstər diqqət cəmləməsi olsun, istər koordinasiya, toxunsal duyğu nə olur olsun, biz bunu yaşamışıq, oynaya-oynaya böyümüşük. Mən belə düşünürəm, şəxsi fikrimdir. Yəni fizik aktivlik azalıb. Bəli, ümumiyyətlə aktivlik deməzdim azalıb, yox dərəcədədir. Heç hansı bir meydançanın yanından keçirsən, ora hamısı boşdur. Bizim vaxtımızda axı boş bir meydança tapmaq olmurdu. Əksinə o qədər adam olurdu ki, öz sıramızı gözləyib oynayırdıq. Amma indi bütün uşaq meydançaları bomboşdur. Və ya 15 dəqiqə, ya 20 dəqiqə oynayarlarsa, sonra təzən telefon, oyun, futbola qədər hər bir şey virtuallaşıb, telefonla oynayırlar. Telefonları belə illər öncəsində qaçaraq stadionlarda oynayırlarsa, çox acı reallıqdır dediyiniz ki, indi boş qalıb. Eynən, valideynlərin özündə də axı bizim öz valideynlərimizin dövründə belə telefonlar yox idi, belə oyunlar, maraqlar, səhifələr, Instagram heç nə yox idi. İnternet yox idi. Avtomatik olaraq bütün diqqətimizi verirdik öz uşaqlarımıza. Yəni bizim valideynlərimiz bizə diqqət veriblər. Hazırki gənc nəsil desək, nümayəndələri onu da eləyə bilmir. Nə öz uşaqla məşğul olmur, nə də ki, uşağa düzgün şəkildə metod yönləndirmir ki, uşaq inkişaf eləsin. Hər şey televizor, telefon. Tək onun problemi deyil burada. Əslində, bax, doğru deyirsiniz. Tək mavi ekranların, telefonların, qazetlərin, texnoloji inkişafın problemi deyil. Və böyük bir səbəbkarlardan. Ay, sağ olun. Və müəyyən qədər 60-70% budursa problem, digər faizlər hansı faizlərdir və nələrdir? Ətəl danışacağıq və bir mövzuna bağlı da vurğulayım. İstər psixoloji durum, istər fiziologiyamız, yəni bioloji durumumuz bir-birlərindən vəhdət təşkil edir. Hər hansı bir uşağın dişində bir problem olduğu zaman onun psixoloji durumuna təsir, nəinki uşaq özümüzdə belə, hər hansı dişimizdə qüsur olanda gülmək istəmirik, təbəssüm eləyə bilmirik və o da bizim birmənalı psixoloji, belə deyə, özgüvənimizi təsir eləyir və psixoloji durumdan da əlavə hər zaman stomatoloqlarımızla efir bölüşdüyümüz zaman onlar belə sizin sözünüzə təsdiq deyirlər ki, sağlamlıq ağız boşluğundan başlayır. Bu yanaşmanı istəyirəm daha əhatəli açaq, amma hal-hazırda çay qəhvələrini təzələməsləri üçün izləyicilərimizi qısa bir reklam fasiləsinə yönləndiririk. Reklamlardan dərhal sonra əhatəli müzakirəmiz olacaq, odur ki, izləmədə qalın.
saadeti yaşadalım. Ömrün şevki məhəbbəti, ömrün şevki məhəbbəti, məhəbbəti yaşadalım. Ömrün şevki məhəbbəti, ömrün şevki məhəbbəti, məhəbbəti yaşadalım. Üstümüzden keçdi külək, üstümüzden keçdi külək, şən zarafat şirin kələk. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. A bəxtəvər qaynana, nə durmusan dur oyna. A bəxtəvər qaynana, nə durmusan dur oyna. A bəxtəvər qaynana, nə durmusan dur oyna. Balam a bəxtəvər qaynana, gözün aydın çox oyna. Yorulmayır bileği, yıkık evin direği. Dövləti çox sözü az, dindirməsən danışmaz. Yorulmayır bileği, yıkık evin direği. Dövləti çox sözü az, dindirməsən danışmaz. A bəxtəvər qaynana, nə durmusan dur oyna. A bəxtəvər qaynana, nə durmusan dur oyna. A bəxtəvər qaynana, nə durmusan dur oyna. Balam a bəxtəvər qaynana, nə durmusan sən oyna. Sen benim dilberim ver gel, canımın cananesi ver gel. Sen benim dilberim ver gel, canımın cananesi ver gel. İki cihan serverim ver gel, derdimin dermanesi ver gel. İki cihan serverim ver gel, derdimin dermanesi. Ver gel, ver gel, ver gel, canımın cananesi ver gel. Ver gel, ver gel, ver gel, eşkimin dermanesi ver gel. Gözleri gülgülümdür ver gel, avazı bülbülümdür ver gel. Gözleri gülgülümdür ver gel, avazı bülbülümdür ver gel. Saçları sümbülümdür ver gel, derdimin dermanesi ver gel. Saçları sümbülümdür ver gel, derdimin dermanesi. Ver gel, ver gel, ver gel, derdimin dermanesi ver gel. Ver gel, ver gel, ver gel, eşkimin dermanesi ver gel. Təşəkkürümüzü bildiririk dəyərli Leyla xanım. Təşəkkürlər, Sabahınız çox xeyir, sağ olun, gününüz var uğurlu olun. olsun. Təşəkkür Necəsiz? edirəm, yaxşı, əla. Daha da gözəlləşmisiniz. Ay, təşəkkür edirəm. Siz Keçən də elə, mövsümdən. maşallah, Təşəkkürlər, həmişə təşəkkürlər. gözəlsiniz. Təşəkkürlər, çox sağ olun. Uğurlar arzu edirəm bu Çox sağ gözəl yeni sezonda sizə. Minnətdaram. Bol-bol şanslar, ruzlu, bərəkətli olsun efiriniz. İnanıram ki, bilirəm ki, tamaşaçılar bu saatda hamısı sizi izləyirlər. Can, əslində aşağı-yuxarı eyni yaşdayıq Leyla xanımla. Aşağı-yuxarı eyni yaşdayıq. Amma gözümü açandan sizi dinləmişik, izləmişik. Bu da bir günümüzün reallığı olmuş olsun. Nə Orxan bəy? Orxan bəy təsdiqləyir. Bəli, təsdiqləyir. Burada bek Qonaqlarınızı vokallıq da eləyirdi ya. salamlayıram. Orxan bəy oradan, mən buradan bek vokallıq eləyirdik sizə. Əsas odur ki, əhval-ruhiyyəmiz yaxşı olsun. Mükəmməl oldu. Sənətçi dostumuz, sevilən ifaçı Leyla xanım Ramazanlının gözəl ifasından günümüz daha da gözəl başladı. Xoş sabahda, xoş Təşəkkür gördük edirəm. sizi. Çayımı içim. Çayınız hazırdır? Bəli. Çayınız hazırdır. İsti-isti sizin də əyləşmənizi rica eləyəcəm. Orxan bəy, səhər-səhər karaokemizi elədik. Biz nə qədər peşəkarın yanında həvəskar ifa eləmədi məsuliyyətdir, hə? Amma onun ifasının fonunda bek vokallıq o qədər hiss olunmurdu.
Sakitcə. Hə, müəyyən qədər danışdıq məzi məqamlardan, müzakirəmizi elədik az öncə reklam fasiləsindən əvvəl və Lamia xanımla bağlı elə reklam fasiləsindən öncə danışmışdıq. Bu sağlamlıq ağız boşluğundan başlayır devizini istəyəcəm. Bir açıqlayasınız zəhmət olmasa Lamia xanım. Elə siz də qeyd elədiyiniz kimi bizim sağlığımız ağız boşluğumuzdan başlayır. Yəni ağız boşluğunun sağlamlığı ümumi orqanizmimizin sağlıqlı olması deməkdir. Niyə görə? Yəni doğru düzgün vərdişlərdən, ilk öncə qidalanmadan, sağlam həyat tərzindən, düzgün vərdişlərdən başladığımız üçün ona görə də bütün orqanizmə bu təsir eləyir. Yəni nəinki ağız boşluğu xəstəlikləri yalnız dişə, diş əti, damaq bunlara deyil, bütün orqanizmə təsir eləyir. Yəni bunlar hamısı bir-birindən qarşılıqlı vəhdət təşkil eləyir. Belə bir sual verim. Hal-hazırda Azərbaycan orta statistik dəyərləndirməsini nəzərə alsaq və şəxsi təcrübənizə görə ümumiyyətlə insanlar dişlərinin qulluğuna, ağız boşluğu sağlamlığına qədər zaman ayırırlar. Yəni bu sağlamlıq hansı səviyyədədir müraciətdə? Orxan bəyin də qeyd elədiyi kimi hal-hazırda öncəki illərə nisbətən müsbətə doğru gedir. Yəni əvvəllər bu daha zəif idisə, İndi nisbətən daha yaxşıdır, amma yəni istədiyimiz qədər də müsbət şəkildə deyil. Niyə görə? Çünki bizdə biraz profilaktikaya o qədər də əhəmiyyət vermirlər. Yəni problemin vaxtında həll olunması üçün profilaktik müayinələr vacibdir. Yəni profilaktik müayinəyə gəlindikdə öncədən problemlər aşkarlandığı üçün ağırlaşmadan, qəlizləşmədən bu şeylər həll olunduğu üçün profilaktika mütləqdir. Amma bizdə biraz buna o qədər də əhəmiyyət vermirlər. Ancaq məsəl üçün dişdə problem yarandıqda, ağrılar, narahatçılıqlar olduğu zaman müraciət edirlər. Bu da əlbəttə ki, problemin dərinləşməsinə. Diş sağlamlığı və ümumi orqanizmin sağlamlığı arasında necə bir əlaqə var? Bayaqlarda qeyd elədim ki, birbaşa əlaqəsi var. Ağzımızdan başlayır və buna görə də ilk növbədə mədə-bağırsaq həzm sistemimiz. Yəni buna birbaşa təsir edir. Yəni mədə-bağırsaq sistemi pozulursa, bu da avtomatik olaraq maddələr mübadiləsi pozuntusuna və eyni zamanda bir sıra başqa bir xəstəliklərə təsir edir. Məsələn, şəkərli diabetə təsir edir. Və yaxud da dişimizdə gedən hər hansı bir infeksion problem qan dövranı vasitəsilə yayılaraq qan damar sisteminə təsir edir. İnsult kimi xəstəliklərdə, yəni özür olunur. Bundan başqa psixoloji durumumuza təsir edir. Bayaqlarda qeyd elədiniz. Yəni psixoloji vəziyyətə özgüvən hissimiz azaldığı üçün, yəni psixoloji problemlərimiz yarandığı üçün bəzi insanlarda bu dərin formada viruzə verir özünü. Məsələn, insan var ki, o qədər də əhəmiyyət vermir. İnsan var ki, həddindən artıq psixoloji narahatçılıq yaradır. Fobiyasından dolayı stomatoloq qəbuluna gedə bilməyənlər də var. Uşaqlıq fobiyasından dolayı. Böyük fobiya şərt deyil uşaqlarda. Böyüklərdə yox, daha çox kişi pasientlərində. Təməldən gələn. Biz indi böyük, amma uşaqda müəyyən fobiyalar yaşamışıq da, müəyyən yaşayırıq. O da düz, o da biraz reallıq, amma biz belə keçmişdə yaşadığımız fobiyalardan danışırsa əgər, var bu cür reallıq, düzdürmü? Uşaqlıqda yaşanılan fobiyalardan dolayı stomatoloq qəbuluna gedə bilməyənlər və yaxud övladlarını stomatoloq qəbuluna aparmaq istəməyənlər. Yox, hal-hazırda deyərdim ki, artıq o barədə müsbət nəticələr var ki, yəni övladlarını seansa gedirlər. Psixoloji seans deməyək də, yəni daha çox o, yəni biz nəsil deyək ki, o fobiyadan çıxmışıq. İndi uşaqlarımızın eyni bir problemlə üzləşməyini istəmədiyimiz üçün valideynlər ilkin etaplarda artıq dişlərində uşaqlarda problem gördükdə artıq müraciət edir. Yəni bu da müsbət haldır ki, məsələn, vaxtilə süd dişlərinin müalicəsinə o qədər də önəm verilməsə də, hal-hazırda günümüzdə düşünülürdü ki, süd dişində çəkilib gedəcək. Çünki bilirsiniz niyə? Onlar elə hesab edirdilər ki, süd dişinin kökü yoxdur, ağız boşluğunda heç bir rolu yox. Nəyə görə? Çünki biz onu süd dişinin kökü sorulmuş etapda gördüyümüz üçün düşünürük ki, süd dişinin kökü yoxdur, amma bu belə deyil. Süd dişinin kökü də var, siniri də var, hər bir şey. Leyla xanım, uşaqların dişlərinin qeydinə, öz dişlərinizin qeydinə qalırsınız? Bəli, çox qalıram. Deyərdim ki, uşağımın, mənim oğlumun böyüyün 5 yaşı var, Allah bütün uşaqları saxlasın. Amin. Balaca 2 yaşı var. 1 yaşı var onun. 1 yaşı. Hə, 1 yaşı oldu. Dünənlər baxıram ki, o 1 yaşındakının arxadan bir dənə də dişi çıxır. Ona görə sosqan belə şeydir, əmziyinə, ora belə sürtür. Hiss edirəm ki, incidir. Oğlumun məsəl üçün artıq yəni ki, bu dişləri töküləcək də, yəqin ki 5 yaşı var, yəni hər gecə fırçalayıram mütləq, çünki istər-istəməz şirniyyat yeyir, o dişin dibində qalır, karies verir, mütləq hər gecə. Hətta görürəm ki, artıq yuxuya gedirsə də çalışıram ki, durğuzum yuyum, çünki bir dəfə onun dişinə karies düşmüşdü, apardıq həkimə, onu üstdən biraz təmizlədilər. Yəni deyim ki, çox vacibdir, valideynlər gərək diqqət
versin. Biz özümüz də öz dişlərimizə qulluq etməliyik. Çox vaxt elə bilirlər ki, mənim dişlərim özümün deyil, ancaq təbii dişlərimdir. Kənardan elə görünür, amma yaxınlaşanda dəridən Yaxınlaşanda görünür bilir ki, öz dişlərimdir. Təbii dişləridir. Öz dişlərimə də çalışıram qulluq edim, tez-tez yəni qulluq edim. Çünki diş insanın simasında əsas görüntü verən, belə deyərdim də, çox önəmli, bəli. Uşaqların adları nə idi? Həm sağlamlığımız üçün, həm bizim üçün. Adlarını deyə bilirsən? Uşaqların adlarını. Hə, qızımın adı Selindir, oğlumun adı Muhammed. Muhammed böyük idi də, düzdür? 5 yaşı var onun. Hə. Allah saxlasın. Təşəkkür edirəm. Bax, Selinimiz daha balacadır da. Selinin telefonlara, qadjetlərə marağı necədir? 1 yaşında olan, az da onun marağı, nəinki 5 yaşındakıyla marağı, oğlumla marağı. Çünki mən ona telefon vermirəm ümumiyyətlə, qızıma telefon vermirəm. Düzdür, televizora biraz baxır, biraz saat, yəni multifilmlərə, cizgi filmlərə baxır. Amma oğlumun görürəm ki, elə deyir ki, mama telefonu ver, iqra oynayım mən. Hə, oyunlar oynayım. Hə, görürəm ki, onun biraz marağı çoxdur. Ancaq o da saatlarla mən vermirəm telefon. Bir dəfə tədbirə gedirdim, salona getmişdim. Salonda biraz yəni saçıma boya edirdim, baxım edirdim. Harca mən bir 3-4 saat orada oldum. Bir valideyn uşaqla gəlmişdi. Uşaq divanın üstündə düz 4 saat əlindən alınmadan planşetə baxdı. İnanırsınız, özüm pis olurdum. İstirdim anasına deyim ki, bəlkə biraz alaq telefonu, biraz uşağın gözləri nə ziyandır da, yəni bu. Hə, ancaq çox vaxt görürsən ki, ananın xətrinə dəyə bilər ki, öz uşağımdır, özüm bilərəm, sizin nəyinizə lazımdır. Ancaq adamın ürəyi yanır ki, sən 4 saat ac, susuz, uşağa bir çay da vermədilər orada. Uşaq artıq əlində planşeti alıb ora fokuslanıb. Yəni bu uşağın hər şeyinə, məncə psixologiyasına, hə doktor, çox ziyandır. Qapanır öz uşağın özünə. Məlumatı alır, ötürdüyü bir şey yoxdur. Bir tərəfli informasiya. Adam heç nə də deyə bilmir, çox qarışa da bilmir. Ki, nə reaksiya verəcək qarşındakı? Decə öz uşağımdır. Təbii ki. Belə situasiyalar da var. Əslində, baxın Orxan bəy, danışdığımız bayaq hansı ki bizim uşaq dövrümüz, indiki uşaq dövrü, bugünkü dövrün uşaqları niyə əvvəlki nəsillərdən fərqli davranırlar psixoemosional anlamda? Yəni məsələn bizim dövrümüzdə biz daha çox valideynlərimizdən qorxub, çəkinib nəsə deməzdik, amma indi mənim maşallah 8 yaşında övladım elə davranır mənə ki, sanki böyük bir uşaqdır. Düzdür, bəlkə də mən də ona müəyyən qədər o cür davranmışam ki, yəni böyümüş kimi davranmışam. Bir də bir məqama vurğulayım sindromla bağlı. Leyla deyir 1 yaşı var, Allah saxlasın bütün balalarım, mənim balaca övladımın 3 yaşı var. Allah bütün balaları qorusun. O 1 yaşında olanda mən mütəmadi bizim efrimizdə iştirak edən logopedlər, defektologlar, sindromlar sayardılar. O sindromları özümünkilə müqayisə edim. Görsən məndə də bu sindromlar var. Axtarırdım, görsən məndə də uşaq nitqində gerili falan. Çalışmır müqayisə edəsiz, heç bir zaman müqayisə eləmir. Sanki qeyri-ixtiyari eləyirdim ondan sonra. Hər uşağın özünə məxsus inkişaf bir etapı var. Yəni o demək deyil ki, uşaq 1 yaşında mütləq 20 söz deməlidir. Uşaq var 1 yaşında 30 söz deyir, uşaq var 10 söz deyir. Bu hansı qüsurla hansı inkişaf olunmuşsa, heç biri. Daha dərindən müayinə etmədən bu fikrə gəlmək olmur. Amma ümumi uşaqların dəyişkənliyində bu dərəcədə biz inkişaf deyəndə sanki harda nə lazımsız şey varsa o istiqamətdə inkişaf edirik. Uşaqlar yenə gəlib yanır inkişafa, müasirliyə, elektronikaya, texnikaya. Bu tərzlərdə inkişaf gedirsə bir mənalı uşaqlar nə edir? Qapanır özünə, öz dünyasına, öz həyatını yaşayır. Və heç kəslə danışmır, ünsiyyət qurmur, heç bir dialoqa girmir. Hansı uşağa bir dənə mikrofon verirsən, bir uşağa bir şeir də dizdirə bilmirsən. Kompleks çəkinir, yığılır bir kənara. Çünki ancaq nə edirlər? Məlumatı alırlar, baxırlar. Ancaq broka işləyir, verdiyi tərəflər beynin, zehnin iki tərəfi işləmir. Yalnız qəbul edən var, ötürən yoxdur. Ünsiyyətə acdılar. Ümumi vurulasaq, ümumiyyətlə bu danışdığımız psixoemosional problemlər, eyni zamanda uşaqların mental inkişafı hansı mərhələlərə davam edir və uşaqların psixoemosional mövzularla bağlı kritik bir yaş dönəmi varmı ki, o yaş dönəmində daha ehtiyatlı olmalıyıq? Əslində, yenə deyirəm, bayaq qeyd etdiyim kimi, hər yaşın öz yanaşma tərzi var uşağa. Hər uşaq da bir fərddir. Bir uşağa var ki, üzərinə gedirsən, uşaq sakitləşir. Elə uşaq var ki, üzərinə getsən, lap da qapanacaq özünə. Biz uşağın ayrıca xüsusi özünə məxsus davranış metodu seçməliyik. Və əgər xüsusi bir yaş deyirsinizsə, kritik bir yaş dövrü var ki, 5 yaşdan o tərəfə çalışmasan, çıxmasın bu. Çərçivədən çıxılmalı deyil. 5 yaşa qədər nə varsa həll olunmalı. Çünki təməl baz olaraq nə yığdısa orada yığır. Və sən 5 yaşındakı uşaqla rəftar etdiyin tərzdə 10 yaşındakı uşaqla rəftar edə bilmirsən. Orada özgüvən, keçid dövrü, özünü tanıma və s. İndi o keçid dövrü daha erkən yaşda başlayıb elə bil. Orxan bəy, bilmirəm sözümü təsdiqləyərsiniz. Fiziki olaraq mən deyərdim. Yəni məsələn bizim vaxtımızda, yəni də bizim vaxtımızda elə bir qocalıq nə olub?
əslində baxın, yəni 90-lardan 2000-lərin əvvəlindən danışıramsa, əgər 90-ların, 80-lərin dünyaya gələn nəslindən danışırıqsa əgər, bizim dövrümüzdə 13-14 yaşında yeniyetməliyə qədəm qoyurduq. İndi artıq uşaqlar 8-9 yaşında qəribə bir yeniyetmə tavırları eləyirlər. Reaksiyaları, yeniyetmə reaksiyaları olur. Sanki mən egosu çıxmış olur ortaya. Görüb götürdüklərimiz hamısı. Uşaqlara biz nəyə göstəriksə, uşaqlar ona qidalanırlar. Bizə nə göstəriblər? Oynamaq, gizlənpac, rənglər, Yetişə ortada qaldı. Eynən. Biz bunu görüb böyümüşük. İndi uşaqlar Roblox-dan məqamat, Bizdən sonra mənə elə gəlir ki, o oyunların ümumiyyətlə adları silinəcək. Yəni biz sonuncu nəsillik ki, bəlkə də bu oyunları tanıyırıq. Təəssüf. İndi artıq Bizdən sonra onlar bilinməyəcək. bilinməyəcək. Yoxdur oyunlara. Amma biz çıxırdıq həyətdə nə qədər oynayırdıq. Filmə maraqları yoxdur. Bizi evə gətirib yığıb bilmirlər. Ailəvi baxmağa maraqları yoxdur. Baxın, bu Yedi öz otağına. psixoloji durumlarda genetik faktor mu var, ailənin mütəsiri var, ətraf mühit mi rol oynayır? Müxtəlif. Amma sırf psixoloji deyəndə, yəni genetikə sığınmaq düzgün deyil bir o qədər. Biz axı yaşayırıq, biz bugünü yaşayırıq. Bugünü yaşayırıqsa demək bugünün fəsadları 100% bir mənalı. Biz bugünü yaşayırıq. Əslində bu mövzular müəyyən qədər tibbi mövzulardır, yəni psixoloji, emosional mövzular. Amma nəzərə alsaq ki, məsələn biz ikimiz sizdən fərqli olaraq tibbi təhsilimiz yoxdur və Leyla xanım kimi, mənim kimi kifayət qədər minlərlə, milyonlarla insanlar var ki, tibbi təhsili yoxdur. Valideynlər hansı əsas məqamlardan şübhələnə bilər ki, onların uşaqlarında psixoloji problemlər var? Bunu soruşacağam, əhatəli cavabınızı istəyəcəm. Qısa dəqiqə yarımlıq fasiləmizdən sonra əhatəli cavablandıracaqlar. Bütün suallarımı dəyərli həkimlərimiz, mütəxəssislərimiz, siz isə izləmədə qalın. Əziz və dəyərli valideynlər, siz isə bir neçə addım daha yaxın əyləşin. Proqramımız qaldığı yerdən davam edəcək. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Gülnara xanım bütün sifarişlərini bu cür operativ şəkildə hazırlayır. Artıq proqramımız heç hələ 1 saat deyil, amma bir neçə dəqiqəyə bu cür gözəl bir yaxalıq hazırladı. Bu əslində ruslar varatnik deyir də bunu. Yaxalıq. Bəli, yaxalıq hazırladı. Bu yaxalıq hansısa bir sadə koftanızı bu cür belə daha da bəzəkli, düzəkli hazırlayıb gözəlləşdirə bilərsiniz. İndi bu mirvarilərlə də, amma bunu bütün rənglərdə lamoncuqlarla bizim dəyərli Gülnara xanım hazırlayıb təhvil verə bilər. Arxası da boyunbağı kimi olacaq, düzdür? Gülnara xanımın brendi olan bu ilkin Zəhra brendi, orada Zəhra qızımızın da adı var. Və Zəhra qızımız heç yapılmasını tək buraxmır. Bugün də studiyamıza əli dolu gəlib. Düzünə qalsa mən bu bağlamanın içində nə var heç xəbərim yoxdur. Amma bir şəkil olduğunu hiss edirəm. Elə istədim ki, canlı efirdə açım. Bunu Zəhra özü hazırlayır. Bəli, özü çəkir. Hara gedir Zəhra? Rəsmə gedir. Neçə müddətdir artıq? 4 aydır artıq. 4 aydır. 4 ay. 4 ay. Nəsə razılaşmır orada deyil, 5 ay yoxsa? 9 deyil, 4 ay. Mama 4 ay deyilsə 4 ay Zəhra. Mama 4 aydır. Deyir. Anasının səsi özü kimi səs də çox incə gəlir. Ona görə biraz daha yaxın tutun. Özü qablaşdırıb bunu. Bəli, hamısını özü hazırlayıb. Çox sağ ol Zəhra. Çox sağ ol əzizim. Sən öz əlinlə çəkdiyindirsə bizim üçün daha dəyərli, daha əziz olacaq. Gözləyim baxalım. Aha. Çox qəşəngdir. Karandaşla çəkirsən bunu, hə? Sadə karandaşla. Çox sağ ol balam. Öpürəm sənin yanaqlarından, gözlərindən. Çox sağ ol. Təşəkkür edirəm. Əlin qolun var olsun. Elə bu qalsın da burada, hə? Çox gözəldir həqiqətən də. Bənzəyir necə? Çox təşəkkürlər. Minnətdaram. Elə bu buralarda bir yerdə qalsın. Bütün studiya, mən də digər kolleqalarım kimi bütün studiyanın şəkillərimlə monitora dəymirəm, burada qalsın. İşiniz avand olsun, əlin qolun var olsun, Zəhra, uğurların bol olsun. Gələcəkdə sənin də bu əl iş bölməsində rəsmlərlə birlikdə görək, niyə də olmasın. Prosesləri göstərir bizim dəyərli Gülnara xanımımız. Yeniliklərdən bayaq müəyyən qədər danışdıq. Yaxın zamanlardakı hədəfləriniz, nə kimi planlar var? Bizimlə bölüşün, sir deyilsə. Daha çox planlarım var artıq. Ona görə ilk öncə adın dəyişikliyindən başladım. İz qoyasınız ora. Bəli, artıq izimizi qoymaq zamanı gəlib çatıb belə düşünürəm.
İnşallah ki növbəti efir üçün daha fərqli ideyalarım var. Orada tam fərqli gələcəm inşallah. İnşallah uğurlarınız bol olsun, Çox yorulmayasınız. Hər zaman gəlin, gözümüzdə yeriniz var. Siz bəs danışılan mövzularla bağlı fikirlərinizi bildirmək istəyirsinizmi? Uşaqların tərbiyəsi ilə Bəli, bağlı. uşaqların psixoloji durumu ilə bağlı. Ən yaralı yerimizdir hal-hazırda Həssas bizim. məqamımızdır. Bəli, Hə, bəli. bütün valideynlərin ən həssas məqamlarından. Mən ümumiyyətlə həmişə olan tərbiyəsini öz tərbiyəmlə müqayisə edirəm, amma baxıram ki, mümkün deyil. Yəni Çünki bu bizim dövrümüz başqa, indiki nə dövr qədər başqa. çalışıram ki, öz aldığım tərbiyəni onlarda təbliğ edim. Baxıram ki, alınmır, mümkün deyil. Ona görə mən onların tərbiyəsinə ayaq uydurmağa çalışıram, amma çox çətindir. Əlbəttə. Nə bilim, əlimdən gəldiyi qədər çalışıram ki, vətənimizə Yararlı vətəndaşlar bir vətəndaş formalaşdıra bilər. olsunlar. Çox gözəl məqama toxunursunuz. Həqiqətən də hər birimizin elə yeganə amalı bu istiqamətdə Bəli. olsun. Onların həm tərbiyəsi, həm təlimi, həm maarifli səviyyəsi daha gözəl olar. Yetər ki, yaxşı insan olmağa çalışsın bütün Düzdür. övladlar, bizimkilər də içində olmaqla. Çox təşəkkürlər. Çox Növbəti sağ olun. saniyələrdə, dəqiqələrdə bu hazır olacaq. Bəli. İzləmədə qalın dəyərli izləyicilərimiz. Mən keçid edirəm qonaq otağına və reklam fasiləsində bizim dəyərli Leylamızın sualı oldu. Həm Orxan bəyə, həm bizim dəyərli Lamiyə xanıma. Sualımız əmcik ilə bağlı səhv eləmirəmsə, bütün valideynlər adından o sualı istəyirəm səsləndirək və müzakirələrə qoşulaq. Doktorumuza sual verdim ki, çox maraqlı idi ki, əmzik ümumiyyətlə uşağın danışmağında böyük rolu var və həm də stomatoloqumuza da sual o da maraqlı idi ki, onun ağzının quruluşunun inkişafında, dişlərinin qabağa Üst çənə gəlməyində, quruluşunda. damağının bəli, hətta yəqin ki, ona ziyan edir uşaqlara. Bəli, bəli. Başlayım. Leyla xanıma istəyirəm cavablandırım sualına. Əmcik uşaqlarda olmağı təməldə normaldır. Hamı necə uşaqlarda elə, amma getdikcə irəliləyən zamanda artıq uşağın 1 yaşı varsa, əmciklə uşağın yaşamağa davam etməyə və ya bir bəhanələrlə ki, ancaq yatanda sakitləşdirmək üçün, yumuşaltmaq üçün o yanlış yanaşmadır. Uşaqdan əmciyi birbaşa əlindən götürmək lazım deyil. Uşaq yatdı axşamla götürürsüz. Nə üçün ziyandır, onu izah eləyəcəm sizə. Uşaq əmciyi olduğu şəkildə ancaq elə bil özünə aparır. Əmcik nədir? Uşağı özünə aparan, sakitləşdirən bir şeydir. Sakitləşdirən bir şeydə ambisiya olmur. Danışmaq iddia yoxdur heç nə istəməyə. Poz qışqırır, əmciyi tez uşağın ağzına qoyuruq, qurtardı getdi. Danışmağa, nitq ləngiməsinə böyük fəsadlardan, səbəblərdən biridir əmcik. O dərhal bütün valideynlərə, bizi izləyən hər bir kəs əslində sizin timsalınızda müraciət edirəm ki, əmcik qədər uşağın nitqinə təsir edən, bəlkə ikinci bir şey, gecikdirən, ləngidən, ikinci bəlkə bir şey yoxdur. Bəs bunun tibbi və eyni zamanda üst çənə anomaliyalı tərəfdən yanaşsaq Lamiyə Tibbi xanım. tərəfdən də bəli, stomatoloji tərəfdən əsasən üst çənə aparatının inkişafına mənfi təsir göstərir. Yəni skeletal quruluşu dəyişir. Biz həmin zərərli vərdişlərə aiddir. Yəni əmzik, Barmaq əmmə? Bəli, barmaq əmmədir. Bəzi uşaqlarda məsələn ruçkanı ağızda saxlamadır, karandaş, qələm. bəli, qələmi, bəli, saxlamaqdır. Bunlar zərərli vərdişlərdir və bu da üst çənə aparatının inkişafına mənfi təsir göstərir. Anormal quruluş yaradır, üz quruluşu yaradır. Bu öz belə deyək də əmzik ağzımızda olduğu müddətdə orada özünü müəyyən bir yer eləmək üçün dişlərə, diş cərgəsinə, çənə sümüyünə təsir eləyir və bu da onun əyilməsinə, düzgün olmayan üz quruluşunun yaranmasına gətirib çıxardır. Əslində bütün mövzular bir-birlərinə sıx Bəli. əlaqəlidir. Ona görə bütün mövzulara kompleks yanaşmaq daha gözəldir. Amma mən reklamdan öncə dəyərli Orxan bəy sizdən soruşdum ki, hər birimizin tibbi təhsilimiz yoxdur və bu belə olmalıdır deyə də bir şey yoxdur. Hər kəs tibbi maarifli olmaya da bilər. Amma biz hər kəsin övladı özünə əzizdir, düzdürmü? Bəzi hallarda övladımızla bağlı hər hansısa bir acı reallığı eşidəndə biraz bizim də valideyn olaraq pisimizə gəlir, hələ emosional olaraq qadınlarda. Ümumi yanaşsaq, övladımızda olan hansı patoloji durumdan bilə bilərik ki, bizim övladımızın psixoemosional pozuntusu var? İlk öncə təhsillə bağlı çox gözəl dediniz həqiqətən də. Biz onun üçün çalışırıq insanlara rahat, anlayışlı dildə izah eləyək ki, insanlar bizi başa düşsünlər. Əlbəttə. Mən sırf terminlə danışsam, məni kolleqalarımdan başqa kimsə başa düşməyəcək. Ona görə maksimum tibbi terminləri kənara qoyub, maksimal şəkildə hər kəsin insanların anlayacağı rahat dildə. mənimsəyə biləcəyi bir tərzdə Zəhmət danışmağı olmasa. üstün tuturam. Valideynlər uşaqlarına belə deyim, hər kəs psixoloq olsaq belə, hər valideyn öz uşağına bələddir.
və bilir ki, uşağında nə var, nə yox və eyni zamanda istəsə-istəməsə müqayisə edirlər. Başqa uşaqlarla. Bu uşaq rahat pilləkənlərə qalxır, mənim uşağım qalxa bilmir. Demək bu nə deməkdir? Müəyyən bir problemdir. Artıq burada duyusal problemlər çıxır ortaya. Və istər nitqində, istər anlama qavramasında, rəftarında, göz kontaktında, hər bir şeydə xüsusi bir şeyə ehtiyac yoxdur. Ani, cüzi bir fərq hiss edirsinizsə, cüzi bir dəyişiklik, cüzi bir ləngimə hiss edirsinizsə, bir mənalı valideynlər zaman itirmədən, yəni biz bildiyimiz hər şeydən bilirik səhvdir, bilirik yanlışdır, bilirik düzgündür, amma biz bir ölçü götürmürük. Artıq fərqindəlik etapına keçmək lazımdır. Dərk etmək lazımdır ki, nəsə qaydasına getmirsə, onsuz da 5 uşaqdan 3-ündə problem yaşaya biliriksə hazırki zamanında, bizə şərti olaraq ehtiyatlı, həssas və məsuliyyətli yanaşmaq lazımdır. Bir mənalı götürürsən uşağı, ilkin müayinəyə aparırsan, mütəxəssislər peşəkar mövqedən düzgün dəyərləndirmə edirlər, düzgün istiqamət verirlər valideynə. Problem varsa, uşaqda hansısa bir qüsur varsa, təyin olunur, aydınlaşdırılır, müalicə üslublu bir cədvəl qurulur. Əgər uşaqda bir problem yoxdursa, valideyni rahatlaşdırır ki, narahat olma, etap elə və ya gedin bir müddətdən sonra bir də gəlin. Çünki elə durumlar var ki, uşağın gətiriləndə nə yaşı uyğun düşmür o duruma görə diaqnoz üçün və ya uşaqda elə özümüz qeyri-müəyyənlikdə qalırıq ki, bu problemdirmi, problem deyilmi? Bir 3 ay fasilə verib, 3 ay sonra bir də gelin geri dönüş edirik, çağırırıq. Bu şəkildə istiqamət götürmüşdük. Mən elə proqramımızın bu yerində istəyəcəm sizin çalışdığınız, fəaliyyət göstərdiyiniz Teraplay Reabilitasiya Nitq İnkişaf Mərkəzində olan, şəxsən sizin qəbullarınızda olan möhtəşəm kampaniyanın bağlı izləyəcəyimizə məlumat verək, hansı ki, Orxan Şəfizadənin ilkin konsultasiya dəyərləndirmələri tam ödənişsizdir, tam pulsuzdur. Mütləq bu konsultasiyalardan yararlanmağı hər kəsə tövsiyə edirəm, hər birimizə tövsiyə edirəm və bu konsultasiyalarla bağlı, eyni zamanda bu aksiya, kampaniya ilə bağlı özünüzə çağırış eləməyinizi xahiş edəcəm. Uşaqdan böyüyə hər kəs, valideynlərə istəyirəm üstün müraciət edəyəm. Əziz dəyərli valideynlər, uşaqlarınızda hər hansısa bir psixoloji problemlə bağlı narahatçılığınız varsa, inkişafları ilə bağlı, bədən fərqindəliyi ilə bağlı, anlama qavrama, istənilən halda cüzi bir fərq hiss edirsinizsə, tamamilə təmənnasız ödənişsiz ilkin müayinə üçün müraciət edə bilərsiniz. Uşaqdan böyüyə hər kəs gələ bilər. Çox gözəl. Mən düşünürəm ki, əlaqə nömrələrimiz və sosial şəbəkə ünvanlarımız Monitorun Twitter bölümündə mütəmadi bizim dəyərli efir rejissorumuz tərəfindən yayımlanır. Sizlər rahatlıqla bu aksiya və kampaniyalardan yararlanmaq üçün mütləq öncədən qeydiyyatdan keçib əlaqə saxlamanız şiddətli tövsiyə olunur, dəyərli izləyəcəyimiz. Günümüzdə istər bağça, istər məktəb dövründə uşaqlardan danışırıqsa əgər, davranış pozuntulu uşaqlar kifayət qədər çoxdur. Amma davranış pozuntusunun nə olduğunu bilməyənlər də var ki, ümumi olaraq davranış pozuntularına bağlı istəyəcəm əhatəli məlumat verək ki, bəzən nadinc uşaqla davranış pozuntulu uşağı, ərköyün uşağı səhv salan insanlar da var. Əhatəli bir şərh eləsək bu mövzunu. Bu mövzuda bu istiqamətdən belə cavablandıra bilərəm sizin sualınızı ki, onun üçün yeganə bəlkə diaqnozdur ki, davranış pozuntusu. Biz görmədən valideynin dediyini belə təsdiqləyə bilmirik. Çünki bəzən valideynlər uşağın nadinc olmasına görə deyir uşağım hiperaktivdir. Davranış pozuntusu var uşağımda. Halbuki heç aidiyyəti yoxdur. Uşaq sadəcə olaraq enerjisini çıxartmalıdır. O qədər hər şey süniləşib ki, uşağın hansısa birinin sağlam şəkildə oynaması, atlanıb düşməsinə biz deyirik hiperaktivlik. Hansı ki, biz hamımız elə böyümüşük, bu dönəmə gəlmişik də. Bunun üçün davranış pozuntusunu mütləq şəkildə özümüz müayinə edib, müşahidə edib və xüsusi əlamətlər düz dediniz. Var ki, aqressiv davranışdır, rəftarda yalan danışmaqdır, oğurluqdur, şiddətdir, ünsiyyətə girmə bacarığının olmaması, zəifliyidir. Bu şəkildə bir neçə əlamətin üzərində işləyib, yəni bir səbəblə dərhal diaqnoz qoymaq yanlışdır. Çünki hər ürək bulanma bir anlama gəlmir ki, hərədə bir problemə görə yaranan bir fəsaddır. Eyni cür davranış pozuntusu və əksər hallarda valideynlərin davranış pozuntusu dediyi uşağın normal sosial həyat sürməsidir. Bu yaxınlara bir müraciət oldu ilkin müayinə üçün. Valideyn deyir ki, uşaq məktəbdə təriyir, qaçıb təriyir. Deyirəm, xanım, sizdən öncəki müayinə uşağının yeriməsi üçün dua eləyirdi. İstəyirdi ki, mənim uşağım yerisin. Sizin uşağınız qaçıb oynayır, siz buna problem kimi yanaşıb gəlmişsiniz ilkin müayinəyə. Yəni, kimin arzusu, kimin xəyalı, kimin görmədiyi, şikayəti. Baxırsan ki, insanlar öz düşüncəsinə görə biz dinləyib, hər pasiyentin öz sözünə görə, öz danışığına görə biz dinləyib, yaxına buraxsaq və ya o üzərə işləməyə başlasaq, biz heç bir nəticə əldə edə bilmərik. Uşaq hiperaktivliyin tərkibində, məsəl üçün, bir çox uşaqlar impulsivdir, heç hiperaktiv deyil. Əgər uşaqda aqressiya yoxdursa hərəkətlərində, sındırmaq, qırmaq, vurmaq, dartmaq, bu impulsiv uşaqdır, hiperaktiv deyil. Hiperaktivin tərkibində mütləq şəkildə aqressiya, şiddət olmalıdır. Amma çox uşaqlarımız sadəcə şuluqdur, şiddət yoxdur. Nadir uşaqlar var ki, vurar, itəliyər, incidər, bir ziyan vermə tərkibi olmalıdır.
bu şəkildə. Bilirsən doktor, çoxsu da ailədən gəlir. Yəni ətrafda olan mən uşaqlarda da, yəni öz uşağımı da aparıram indi kurslara filan aparıram, orada görürəm uşaqları. Çox ailələrdə görürsən ki, anası üstünə uşağın qışqırır otaqda. O uşaqda da uşaq evdə gözünü məncə nə görür, açır. Yəni Valideynlər aqressiv birinci bəli, valideynlərdə biraz bəzilərində də hamıya aid deyil, bəli, aqressiya var. Uşaqlarda qışqırma, bir-birini itələmə, özünü sübut eləmə, siz mənə yaxşı Bununla bilərsiniz. bağlı bir paylaşımım var. Bəli, gəlir ailədən başlayır. 100% bir mənalı bir paylaşımım var səhifəmdə, Instagram səhifəsində. Deyirəm, özümüz qışqırırıq, uşağa deyirik qışqırma. Özümüz vururuq, deyirik vurma. Yalan danışırıq, uşağa deyirik yalan danışma. Özümüz etdiyimizi özümüzə olarmış kimi davranıb, uşağa inkar ediriksə, qadağan ediriksə, uşaq gözəldir, uşaq evin güzgüsüdür. Həqiqətən elə də olmalıdır da. Uşaq nəyi ötürürüksə, onu alır. Stəkanın içində çaydırsa çaydır, orada su başqa bir şey ola bilməz ki, müəyyən. Nə varsa, nə ötürürük, uşaq onu yığır, bizə ötürür təzədən. Bizə qaytaranda sadəcə olaraq bizə xoş gəlmir. Və məsələ burasıdır ki, çox gözəl məqama toxundunuz ki, uşaq evin güzgüsüdür və həyatda hər bir şey sadədən mürəkkəbə doğru gedir. Bu istər psixoloji durumumuzda, istər elə ifada, istər təlim-tərbiyəmizdə, istər diş quruluşumuzda, istər sağlamlığımızda heç də birdən bir olmur, düzdürmü? Hər birimiz dünyaya gələndə o dillərə ağ kağız kimi gəlirik və gözəl muncuq kimi dişlərimiz olur və o dişləri sadə gigiyenik qaydalara riayət eləmirik deyə sonrasında karieslər, çox böyük problemlər olur və sadə gigiyenik qaydaları çoxsu valideynlər tərəfindən aşılanmır uşaqlara. Bu dediyimiz sadə kimi görünən, amma dişlərimiz üçün çox vacib rol oynayan gigiyenik qaydaları, riayət qaydalarını istəyəcəm bizim üçün və izləyəcəyimiz üçün valideynlər üçün yaxşı vurğulayasınız. Gigiyenamız önəmlidir, bildiyimiz kimi sağlamlığımızın əsasıdır. Ona görə də gigiyenik qaydalara riayət eləmək lazımdır. Valideynlər, yenə deyirəm, uşaq pasientlərin valideynləri ilə çox təmasda olduğum üçün onların dediklərinə əsasən, yəni daha çox diqqət etməyə başlayıblar, aşılamağa çalışıblar. Sadəcə olaraq uşaqlar bunu tətbiq eləmək mövzusu da var. Yəni gərək tətbiq olunsun. Gigiyenamız hamımızın bildiyi kimi adi diş fırçalamağımızdan başlayır. Sadəcə olaraq fırçalarımızın düzgün seçilməyi, diş macunlarımızın doğru düzgün seçilməyi, fırçalama müddətinin doğru düzgün olunması, yəni bunlar vacibdir. Məsələn, uşağı göndəririk əgər hamam otağına ki, dişini fırçalasın, 1 saniyə geri qayıdırsa, demək ki, burada heç bir gigiyenadan söhbət gedə bilməz. Yəni uşağa başa salmaq lazımdır. Mən özüm də pasientlər yaxınlaşanda mütləq şəkildə valideynlərə də, uşaqlara da izah eləyirəm ki, yalnız getdim fırçaladım deyil. Dişlər ən azından 3 səthdən doğru düzgün şəkildə fırçalanmalıdır. Həm ön səthdən vestibulyar deyirik buna, çeynəmə və içəri tərəfdən, dil tərəfdən, yəni fırçalamalıyıq. Fırçalarımız düzgün seçilməlidir, yaş kateqoriyasına əsasən. Yəni hər yaşın öz fırçalanma. Məsələn, ilkin yaşlarda əgər biz sadəcə tənziflə və ya silikon barmaq fırçalarla kifayətləniriksə, arxa dişlər, çeynəmə dişləri çıxandan artıq tüklü fırçalara keçməliyik və fırçanın dəyişilməyi də gigiyenamızda rol oynayır. Ən azı 3 aydan, 4 aydan bir fırçalarımız təzələnməlidir, mütləqdir. İnfeksion xəstəlik keçiribsə uşaqlar, onların fırçaları mütləq yenilənməlidir. Bundan əlavə fırçaların çatmadığı yerlərə bu daha çox böyüklərdə şamil olunur. Diş sapları, floslar dediyimiz düzgün istifadə olunmalıdır. Yəni diş ətini zədələyərək deyil də doğru düzgün istifadə olunmalıdır. Ağız yaxalayıcıları Allah'a şükür hər yerdə var, hamıda yəqin ki. Yəni bu bakterial floranın inkişafını ləngidir və ağızı daha da təravətləndirdiyi üçün bu ağız yaxalayıcıları da böyük rol oynayır. Bir də ən vacib olan mütləq şəkildə həkim müayinəsinə ildə 2 dəfə kontrol, profilaktik getmək vacibdir. Bütün sahələrdə olduğu kimi tibbdə, ələxüsus stomatoloji mövzularda həddən ziyadə sürətli inkişaf gedir. Və müasir çağdaş stomatoloji dünyada müəyyən yeniliklər var ki, hansı ki, diaqnostik dəyərləndirmələr, geniş müzakirələr və ilkin diaqnostik dəyərləndirmələr üçün bu müayinə metodları çox vacibdir. Çağdaş stomatoloji mövzularla bağlı məlumat verəsiniz ki, hansı yeniliklər var? Çağdaş yeniliklərimiz hər bir sahədə olduğu kimi rəqəmsal yeniliklər, yəni digital rentgen dediyimiz, məsəl üçün pasientlər də bilir, 2D, 3D panoram deyirik biz bunlara, yəni bunlardan başlayır. Bunlar da bizə niyə lazımdır? Doğru, düzgün, dəqiq diaqnoz qoyub və müalicənin istiqamətini düzgün seçmək üçün vacibdir. 2D, 3D görüntüləmədə biz dişlərin, çənə sümüyünün, sümük ətrafı toxumaların vəziyyətini doğru düzgün qiymətləndirə bilirik və bunun nəticəsində müalicənin hansı istiqamətdə gedəcəyini nəzərə alırıq. Bundan başqa 3D planlamalar var. Bu daha çox implantologiya sahəsindədir. Məsələn, öncədən implantların hansı formada, hara yerləşdirilməsi üçün istifadə olunur. Ortodontik əməliyyatlarda və yaxud da ortodontik müalicələrdə də 3D planlamalardan istifadə olunur. Bundan başqa karioz boşluğun aşkarlanması üçün müəyyən lazer
texnologiyaları var ki, boşluğun daha tez aşkarlanması, yəni daha səthi mərhələdə aşkarlanması üçün istifadə olunur. Bir də ki, bizim hal-hazırda elədiyimiz telestomatologiya, yəni televideniya vasitəsilə və yaxud da Instagram üzərindən, yəni texnologiya vasitəsilə, bəli, pasientlərə. Mən düşünürəm ki, elə telemaariflənmə işləri müəyyən qədər öz töhfəsini verir həqiqətən də. Sizin eyni zamanda dəyərli kolleqalarınızın bu mövzularla bağlı və digər mövzularla bağlı maarifləndirmə işləri bizim kimi tibbi təhsili olmayan insanların da maariflənməsinə səbəb eləmiş olur. Bu xüsusda illər öncəsində söz var idi, dişin ağrıyır, çək qutar, qonşun pislik, köç qutar. İndi artıq müasir stomatologiya o atlar sözünü atdı geriyə. Bəli, vaxtilə bəli, dişimiz ağrırsa nə eləməliyik? Müalicə. Mütləq şəkildə müalicə. qurtarmaq. Çəki qurtarmaq çarə deyil, çünki onsuz da canınızı qurtarmırsınız. Nəyə görə? Problem daha da böyüyür, daha da dərinləşir. Bu həm vaxt baxımından, həm də maddiyyat baxımından problemimizi dərinləşdirmiş olursunuz. Məsələn, karyoz boşluq sadəcə təmizlənib plomblanırsa, burada həm az vaxt tələb olunur, həm çox az maddiyyat lazımdır. Amma get-gedə problem dərinləşdikcə keçir kanal müalicəsinə, kanal müalicəsi vaxtında olunmursa və yaxud da diş tacı dağılıbsa, burada artıq qapaq mütləq şəkildə protezləmə. Yəni bu prosesi uzatmaq, dişlər itirilirsə ən sonunda getmək. İmplanta qədər, implant da bildiyimiz kimi insanların kabusu, yəni daha maddi cəhətdən daha bahalı prosesdir. Bu gün sosial şəbəkə belə deyim də şəkillərindən danışırsa əgər, deməli diş sağlamlığına bağlı bir şəkildə qarşıma çıxırsa keçənlərdə, onu da deyim sağlığındakən qeyd olunur ki, dişdə çox cüzi karies var. Bir neçə manat onu biz paylaşırıq. Bəli. Biraz karies çox artırsa bir neçə manat daha çox artır üstünə, daha sonra biraz daha çox karies olur. Yəni artıq diş tacı yoxsa və daha yüksək məbləğ, daha sonra diş yoxdur, implant daha yuxarı məbləğlərdir. Həqiqətən də bu istər məbləği qoyduq bir kənara. Özümüz üçün, sağlamlığımız üçün, zamanımız üçün və Allah təala bizə bu dişləri pulsuz, ödənişsiz verib və sağlamkən onun qədrinə qalsaq, protez və yaxud da implant bizim öz təbii dişimizi əvəz etmir. Əvəz eləmir sənə halda. Nə qədər gözəl görüşən Vaxtında ona görə öz dişimizin vaxtında qədrini bilməliyik dostlar. Hacı Orxan bəy. Bilirik. Qoşuluram sizin dedikləriniz. Təsdiqləyirsiniz bizi. Yox, təsdiqləmək xanıma xas olar. Diş xanımın mövzusudur. Mən sadəcə olaraq dəstəkləyirəm. Psixoloji anlamda təsdiqləyirsiniz. Psixoloji anlamda bəli, hər zaman. Sizin tətbiq elədiyiniz, tətbiq dairənizdə olan və sahənizin ən özəl yanlarından olan duyu bütünləmə mütəxəssisi olaraq istəyirəm bu sualımı cavablandırasınız ki, bəzi hallarda uşağın nitqində, əqlində müəyyən qədər psixoemosional pozuntularında problemi olur və valideynlərin yeganə istəyi uşağım danışsın olur. Yəni deyirlər ki, mənim uşağım gəlirlər bəzi hallarda heç bir müəyyən təhsili biliyi olmadığı halda maarifsiz bir valideyn deyir ki, mənim uşağım elə ancaq loqoped qəbuluna getsin. Siz izah edirsiniz ki, duyu bütünləmə də gərəklidir. Amma o duyu bütünləmə haqqında məlumatı yoxdur deyə deyir, yox, elə mənim uşağım danışsın, bəs eləyir. Danışa bilməyən, müəyyən qədər psixoemosional problemi olan sindromlar zamanı uşaqlarda duyu bütünləmənin effektivlik dairəsi hansı istiqamətdədir və nəyə görə paralel olaraq duyu bütünləmə seansları vacibdir? İzahını sizə verəcəm. Çalışdığım müəssisənin baş psixoloqu kimi pasientləri qəbul etdikdə mən məcbur şəkildə izah eləməliyik bunu ki, loqoped dediklərimiz o kimlə kim mütəxəssislər işləməlidir uşaqla. Bu sonuncu mərhələdir. Loqoped əslində uşağın nitqində vacib bir sahə olsa da, eyni zamanda loqoped 3-cü dərəcəli bir şeydir. Nə üçün 3-cü dərəcəli? Nitq sonda açılan bir prosesdir. Ona qədər gələn prosesə təkan lazımdır, kömək lazımdır, dəstək lazımdır. Bu prosesə öhdəsindən gəlmək üçün də mütləq duyusal terapiya var. Çünki izah eləyəcəm sizə ki, duyu bütünləmə sensor inteqrasiya kimi bilirik də. Bu hər kəsin çox təəssüf hissi ilə bunu deyirəm ki, bu qaçış aparatından ibarət olan bir şey deyil, müalicə və idman deyil, fitness deyil. Duyu bütünləmə özünə məxsus bir inteqrasiyadır, hansında ki, uşağın sırf duyusal maraqları, duyusal qabiliyyəti beyninə ötürülərək, oradan da icra olunur, rahat bir şəkildə uşaqda başlayır duyusal görmə, eşitmə, duyma, toxunma. Bu hamısı əslində duyu bütünləmə dediyimiz 4 istiqamətdən ibarətdir. Birinci istiqamət proprioseptiv duyğudur, daha sonra ekstraseptiv duyğudur, interseptiv və sonuncu vestibulyar. Proprioseptiv duyğuya gəldikdə isə uşağın əslində bu kiçik, daxildə olan əzələlərə aid olan bir istiqamətdir.
qopartmaq, bağlamaq, açmaq. Uşağın barmaqları işləmirsə, uşağın nitqində böyük ehtimal ki, problem olacaq. Uşağın anlama qavramasında bir mənalı ləngimə var. Əgər barmaq çünki cavab verir bizim bütün mərkəz sinir sistemindən. Motor planlama deyirik biz buna. Daxildən gələn əzələ proprioseptiv duyğudur. Hansı ki, bayaq qeyd etdiyim kimi bükmək, əzmək, qopartmaq, gücü düzgün tənzimləmək, itələnmək, toxunmaq. Məsəl üçün uşaq götürür, nəyisə götürəndə dirsəyə dəyir, başqa şeyə salır. Bu toxunsal duyğu problemləridir. Ekstraseptiv isə duyğuda nədir məsələ? Görmə, eşitmə, dad, qoxu bu kimi hallara cavab verən bir duyğudur. Sırf ekstraseptiv. Müraciət edirsən uşaq deyirlər ki, diqqət dağınlığıdır, adına reaksiya yoxdur. Uşaqda diqqət dağınlığı yoxdur. Uşaqda ekstraseptiv duyğusunda problem var. Bu da duyğu tünəməyə aid bir şeydir. İntraseptiv daxili orqanlarımıza aid olan bir şeydir bizim. Xanım da indi onu bilər. Məsələn, diş ağrısı da. Yəni əgər ağrı hissi varsa, ağrı varsa uşağın orqanlarına aid olan bir problemdir. Ürək çırpınması, panik atak deyirik. Bu hamısı intraseptiv duyğulardır. Orqanlarımızın fəryadı bir növ belə rahat dildə izah etsək, daxili orqanlarımızın fəryadıdır. Ağrı hissi, bilmək, acımaq, susamaq, şərt ağrıdan getmir söhbət sırf. Daha sonra vestibülər isə bizim bədənimizin tarazlığı bədən fərqindəliyidir. Əgər övladlarımız piləkən qalxanda, düşəndə, hamı kimi ayda bir dəfə yıxılmadan danışmıram. Ümumiyyətlə, tez-tez yıxılırsa, bizdə bir deyirik, pampalampas dəqiq başlayır, yıxılır, hər yer elişir. Xeyr, uşaqda problem odur ki, uşağın bədən fərqindəliyi yoxdur. Uşaq hər dəqiqə yıxılmaq da müəyyən halda durumdur. Bəli, əlbəttə ki, problemdir. Bunu mütləq müraciət etmək lazımdır. Ümumiyyətlə, bütün problem psixologiyaya aid olan, reabilitasyon müalicəyə aid olan nə varsa, bunun hamısı duyub tüləmədən başlamalıdır. Sadəcə olaraq duyub tüləmədə düzgün bir mütəxəssisə müraciət etmək lazımdır ki, qaçış aparatından yarım saat istifadə eləməsin. Müəyyən bir vaxtı var və qaçış aparatından duyusal olaraq istifadə olunmalıdır ki, hər bir şeyi hara biz baxsaq, hər birimizin işimiz 4 etapdan proprioseptiv, ekstraseptiv, intraseptiv, bir də vestibülərdən keçir. Həyat tərzimiz budur bizim. Stəkanı götürməyə qabiliyyətim varsa, deyir, uşağın əli yaxşı işləmir, yığa bilmir. Məsəl üçün şpilkanı vura bilmir ipin üzərinə və işlədiyimiz proses ərəfəsində nə eləyiriksə biz uşaqla, biz onun həyatı, məişət durumlarını, vəziyyətini qaydaya salmaq istəyirik. Çalışdığınız Teraplay reabilitasiya belə deyim, nitq inkişaf mərkəzində əminəm ki, oradakı abu-havanı da yaratmaq üçün müəyyən gözəl musiqilər dinləyirsiniz, müəyyən gözəl musiqiləri dinlədirsiniz və siz də hər zaman çıxışlarınızda gedirsiniz ki, musiqi gözəl və keyfiyyətli musiqi ruhun qidasıdır. Düzdürmü? Həqiqətən elədir. Bir psixoloji tərəfdən də təsdiq aldıqsa sizdən. Bəli, eynən. Kimin ruhu hansı musiqi ilə dincəlirsə, janr fərqi yoxdur. Onu dinləməlidir məncə. Bayaq proqramımız gözəl bir papuru ilə daha da dinamikləşdi. Hal-hazırda isə Leyla xanımın ifaları arasında sevilən, seçilən Sənin üçün ifası istəyəcəyik sizdən. Lirik notlardadır. Bu payızın gözəl abu-havasında sevgi eşqini ötürək izləyicilərə. Doktorumuz da çox gözəl mövzulara toxundu. Elə mən özüm də diqqətlə qulaq asıram. Bir valideyn olaraq. Var, bəli, hə, qulaq asıram ki, görüm nələr var, bizdə də nələr yoxdur. Çox düzgün məsləhətlərdir. Yəni valideynlər hamısı mütləq vaxtında müraciət etməlidirlər. Hələ ilkin diaqnostik dəyərləndirmələr tam ödənişsizdirsə, bu fürsətdən yararlanmaq lazımdır əziz və dəyərli valideynlər. Dəyərli bizim Leylamız gəlsin səhnəmizə və sənin üçün ifasını səsləndirək bütün sevənlərə.
vaxtdan ağ vərəqlər əsrət çəkirdi qələmə. Gör nə vaxtdan bu gözlərim səni gəzirdi hər yerdə. Gör nə vaxtdan ağ vərəqlər əsrət çəkirdi qələmə. Gör nə vaxtdan bu gözlərim səni gəzirdi hər yerdə. Bu gözlərim səni gəzirdi hər yerdə. Hər yerdə. Mənim bütün mahnılarım sənin üçün oxunur. Mənim sevgi misralarım sənin üçün doğulur. Sənə olan məhəbbətim dualarımla qurulur. Xoşbəxtliyimdən gözlərim dolur. Mənim bütün mahnılarım sənin üçün oxunur. Mənim sevgi misralarım sənin üçün doğulur. Sənə olan məhəbbətim dualarımla qurulur. Xoşbəxtliyimdən gözlərim dolur. Gör nə vaxtdan mən ümidlərlə oyanırdım hər səhər. Gör nə vaxtdan mənim gözlərimdən çəkilmirdi kədər. Gör nə vaxtdan mən ümidlərlə oyanırdım hər səhər. Gör nə vaxtdan mənim gözlərimdən çəkilmirdi kədər. Mənim gözlərimdən çəkilmirdi kədər. Kədər. Mənim bütün mahnılarım sənin üçün oxunur. Mənim sevgi misralarım sənin üçün doğulur. Sənə olan məhəbbətim dualarımla qurulur. Xoşbəxtliyimdən gözlərim dolur. Mənim bütün mahnılarım sənin üçün oxunur. Mənim sevgi misralarım sənin üçün doğulur. Sənə olan məhəbbətim dualarımla qurulur. Xoşbəxtliyimdən gözlərim Mənim bütün mahnılarım sənin üçün oxunur. Mənim sevgi misralarım sənin üçün doğulur. Sənə olan məhəbbətim dualarımla qurulur. Xoşbəxtliyimdən gözlərim dolur. Qısa fasiləmizdən daha sonra qaldığımız yerdən davam edirik və dəyərli izləyicilərimiz. İz Aksesuaris'in təsvir rəhbəri Gülnara xanım Ağaverdiyevanın bu cür gözəl hazırladığı yaxalığı göstərirəm sizlərə. Əslində sizlərə sözü düzgün deyil, sizə deməliyəm. Sizin özü cəmdə axı. Keçən bu səhvi tutub, özüm eyni səhvi təkrarlayanda mən sizə. Düzdür? Keçən dilçimizlə efir bölüşmüşdük.
Arada lazımdır ümumiyyətlə özümüzdə müəyyən qədər püxtələşək bu Azərbaycan dili ilə bağlı daha da ideal olsun. Nə qədər çox ideal nə isə bilsək, bir o qədər gözəl təqdimat eləmiş olaraq. Aksesuarların hər biri çox gözəldir. Bizim dəyərli qonaqlarımız üçün özəl hədiyyələrimiz olacaq. Həm Orxan müəllimin yoldaşı üçün, həm bizim dəyərli Lamiyə xanım üçün, Leyla xanım üçün bir-birindən dəyərli hədiyyələrimiz olacaq və hədiyyələrimizin də hər biri İz Aksessuaris'in özəl qablaşmalarında təqdim olunacaq efirdən sonra. Bayaq digər blokda sizə sual verəndə ki, yeni hədəflər, yeni arzular, yeni məqsədlər bir xeyli iddialı bir cavab verdiniz, dəyərli Gülnara xanım. Müəyyən qədər məncə o iddianın altında müəyyən sirlər də var, müəyyən o türklər demiş gizəm də var. Nə planlarınız, nə hədəfləriniz var? Hədəfim artıq butikimizi açmaq zamanı gəlib çatdığını düşünürəm. Nə vaxt gedir açılışa? İnşallah tezliklə, yəni tez bir zamanda artıq o baş verəcək. İnşallah uğurlarınız bol 10 olsun. ildən sonra nəhayət ki, eynən, siz artıq uzun illərdir ki, bu sahəni onlayn fəaliyyət göstərirsiniz. Məncə artıq zamanıdır. Məncə də. Hətta bəz gecikmisiniz. Məncə artıq tam zamanıdır. İnşallah Sumqayıt Gənclər şəhərində, məncə Sumqayıtda olacaqdır bu. Sizin də bütün dost tanışınız, doğmalarınız hamısı Sumqayıtdadır. Mütləq ən yaxın zamanda özəl bir yerdə sizin butikinizin açılışını görməyin tam zamanıdır. Əl işləriniz evdə daha çox olaraq, indi Zəhra bilər onu. Evdə vəziyyət necədir Zəhra? Daha çoxdur hə evdə əl işləri. Çoxdur. Evdə hər tərəfdə muncuqlar, yerdə hər tərəfdə Demək muncuqlar. olar ki, elədir. Hər yerdə muncuqdur bizdə. Bəs hazırlamaqdan daha çox zövq aldığınız nədir? Məsələn, qolbaq mı hazırlayanda zövq alırsınız, broş mu hazırlayanda zövq alırsınız, yoxsa sırğalar mı hazırlayanda? Mənim üçün hamısı eyni olduğu üçün, yəni hər birini hazırlayanda zövq alıram. Yəni ayrı seçkili etmirəm. Hər biri mənim Hər biri balalarım. mənim üçün əzizdir, Bütün doğmadır. əşlərim mənim övladlarımdır. Hər biri mənim üçün əziz, dəyərlidir. Əsas odur ki, onları mən sevgi, məhəbbətlə hazırlayıram, sevərək hazırlayıram. Mən şəklə görə, portretə görə dəyərli Zəhramıza çox dərin təşəkkür eləyəcəm. Dəyərli Gülnara xanım, sizə çox dərin təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün və bütün qonaqlarımız adından, öz adımdan sizə çox dərin təşəkkür edirik. Özəl hədiyyələriniz üçün hər zaman payınız, necə deyirlər, cənnətdən gəlsin. Dəyərli Gülnara xanım, bizim İSEMS Azərbaycanın qapısı, bacası üzünüzə açıqdır. Nə zaman uyğun bilsəniz, gəlin qonağımız olun, necə deyərlər. Ümumiyyətlə, hədiyyə almaq özü də bir. Təşəkkür eləmək özü də bir enerjidir. Hədiyyə almaq da enerjidir. Müsbət. Müsbət Xoşbəxtlik, xırda bir şeylərdə Mən xoşbəxtlik hər enerjinin zaman. bumeranqlığına inanıram Orxan bəy. Niyə inanırsınız? Enerjinin bumeranqlığına inanıram. Məsələn, mən sizə Aycan desəm, siz də bir gözəl enerjiləndir, mənə geri Əslində dönürsünüz. bu əkməyin becərməsidir. Nə əkirsinizsə onu becərirsiniz. İnsan Əkmək nə becərməyin ötürürsə, psixoloji tərəfi. sırf bir mənalı belə enerji deyirsiniz, amma nə əkirsəniz onu da becərirsiniz. Bayaq bir növ duyu bütünləmənin əhatə dairəsindən danışdıq. Amma mən soruşmaq istəyirəm sizdən ki, danışdığımız duyu bütünləmə terapiyalarının sindromlarda, patoloji durumlarda effektivlik dairəsi nə qədərdir? Belə bir izah edeyim sizə ki, nə qədər tez, o qədər yaxşı. Bayaq vurğulamışdım artıq. Valideynlər uşaqlarında müəyyən bir nəyinsə qaydasına getməyinin fərqindədirlərsə, bu adi həyat tərzində ola bilər. Şərt deyil ki, böyük bir anlama, qavrama problemləri olsun, böyük bir nitq ləngiməsi olsun ki, artıq hər kəsin gözünə çarpacaq bir şeydirsə, bunu onsa hamı görəcək. Nə qədər tez zamanında, nə qədər var, aparırlar psixoloji mərkəzlərə, hər biri bizim dostlarımızdır, kolleqalarımızdır. Sadəcə olaraq düzgün yanaşma olunmadığında valideynlər ruhdan düşməsinlər. İnkişaf üçün müraciət eləməlidirlər. Heç bir zaman özümü nə tərifləmərəm, nə pisləmərəm. Müəssisədə hər zaman deyirəm pasiyentlərə, çıxın, orada oturan digər xəstələrdən, digər pasiyentlərdən soruşun. Mən özüm haqqında nə deyə bilərəm sizə? İşimizi görürük, layiqincə təhvil veririk. Nə varsa düzünü qəbul eləməliyik. Konsultasiyalarda çox təəssüf ki, valideynlər yetər ki, eşitsinlər deyə deyəcək sözlərdən istifadə etmək lazım deyil. Uşağın həqiqi problemindən danışmaq lazımdır. Həqiqəti reallıq kimi qəbul eləmək lazımdır və əllə verib öhdəsindən gəlmək lazımdır. Məsəl üçün bir indi termin var, deyirik ki, 5 yaşında nitq aparatı bağlanır uşaqlarda. Bu demək deyil ki, mənim uşağım daha danışmayacaq. Mən hər zaman hər kəsə vurğulayıram. Oxuduğumuz sahə, psixologiya öz yerində mənə görə son söz Rəbbimdir, Tanrınındır. 5 yaşında nitq aparatı bağlanırsa, 7 yaşında danışdırdığımız uşaqlar var. Niyə ürəkli rahat deyirəm ki, son söz Tanrınındır? Çünki işimizdə əgər tibbin, psixologiyanın, bütün bunların sərhəd qoyduğu yer varsa,
və biz o sərhədləri aşa biliriksə, demək burada bu sahədən, bu təhsildən əlavə bir güc var, o da Tanrının gücüdür. 7 yaşında uşağı danışdırıb məktəbə yola sala biliriksə, 5 yaşında ağır xəstələri ayağa qaldırıb, yeriyə bilməyəcək, əqli geri olan uşaqlara kimə ki diaqnoz artıq qoyulub ki, bu uşaq yeriməyəcək və gəlir yanımda, lazım olarsa göstərə də bilərik biz bunu. Yanımda yeriməyə başlayırsa, bu mənim vasitəçiliyimdir sadəcə olaraq, amma çarə Rəbdir, Tanrıdır. Hər zaman onun adını tuturam, hər zaman onu irəliləyirəm. Hər zaman da göz nəticə əldə edirik biz. Uğurlarınız bol olsun. Həqiqətən də çox gözəl mövzuya toxunursunuz. Biz sadəcə vasitəçiyik. Müəyyən etdiyimiz işlərdə sadəcə vasitəçiyik. Yetər ki, Tanrı onu istiqamətləndirsin və biz də o vasitəçiliyimizi layiqincə görmüş olaq. Lamiyə xanım, bayaq bir çox mövzulardan danışdıq. Diş quruluşundan, diş cərgəsindən, dişlərin ümumiyyətlə çürüməsindən, kariyesindən danışdıq. Bir də günümüzdə çox dəbdə olan diş ağartmasından istəyəcəm danışaq. Ev üsulu və yaxud da kimyəvi tərkibli diş ağartması. Çünki hər kəs istəyir ki, dişləri bəyaz olsun, gözəl bəyaz dişlərlə təbəssüm göstərsin. Diş ağartma prosesi ilə bağlı istəyəcəm məlumat verəsiniz bizə, izləyicilərə. Bəli, özünüz qeyd elədiniz, kimyəvi var, mexaniki var. Əlbəttə ev üsulu var, həkim nəzarəti altında və yaxud da həkim vasitəsilə. Daha doğru olardı ki, təbii ki, stomatoloq tərəfindən bu icra olunsun. Çünki çox bunun şahidi oluram ki, evdə özləri belə deyək də qustar yolla elədikdə daha pis nəticələrə səbəb olur. Dişlərin həssaslığı çoxalır və yaxud da hətta zədələyirlər. Ona görə həkimə müraciət eləsələr daha düzgün olar. Bizdə də mexaniki, bir də kimyəvi üsullardır. Mexaniki odur ki, o səthi ləkələri biz götürürük. Bunu hamı bilir, yəqin ki, scaler vasitəsilə scaling deyirik, airflow. Airflow dediyimiz nədir? Yəni su və paraşok, peroksid tərkibli paraşok şırnağı vasitəsilə dişin üzərindəki səthi ləkələr təmizlənir. Scaling vasitəsilə biz dişdə yığılan diş daşlarını təmizləyirik. Yox, məcun deyil, o paraşok şəklindədir, toz halında. Bəli, xüsusi aləti var, o alətə yeridilir və su vasitəsilə təmizlənir. Kimyəvi də ki, əslində kimyəvinin özünün də vacib tərəfləri, məqamları odur ki, bu zaman dişlər sağlam olmalıdır. Yəni, əgər diş minasında çatlarımız varsa, dişdə karyoz boşluqlarımız varsa, diş ətində problemlər varsa, kimyəvi ağardılma bir balaca problem yaradır. Ona görə mütləq şəkildə birinci növbədə onlar aradan qaldırılmalıdır. Xəstə dişlər müalicə olmalıdır, həssaslıq götürülməlidir, damaq müalicə olmalı ondan sonra. Baxmayaraq ki, kimyəvi metodda biz qorucu tədbirlərimizi görürük. Məsələn, diş əti izolyasiya olunur tam şəkildə. Ondan sonra kimyəvi maddə diş üzərinə yeridilir və müəyyən müddət gözlənilir və hətta zoom deyilən bir aparat vasitəsilə işıqlandırılır. Sadəcə kimyəviyə niyə insanlar daha çox üstünlük eləməyə çalışırlar? Burada dişin rəng tonu daha çox açılır. Yəni belə mexaniki, bəli, mexanikidə dişin öz təmizliyi, səthi ləkələr yığışaraq açılması olursa, kimyəvidə daha çox açılır və daha çox bəyazlaşma əldə olunur. Amma bunu da türklər demiş, abartmaq olmaz. Yəni ən azından bəli, çox vaxtından çox elədikdə əlbəttə ki, dişlərin həssaslığı, minanın zəifliyi. Çünki istərsiniz hər dəfə o aşılayıcı kimyəvi maddələr dişin üzərindən minadan nəsə yəni götürür, hamarlığını, şəffaflığını itirir. Yəni və bundan sonra da mütləq şəkildə qoruyucu prosedurlar olunmalıdır ki, pastalar tövsiyə olunur. Bir də ki, hamilələrdə bu məsləhət deyil. Xüsusi, məsəl üçün, hər hansı bir o istifadə olunan kimyəvi maddə allergiyası olan pasiyentlərdə qəti şəkildə məsləhət deyil. Tövsiyə olunur. Yəni, gözəlliyimizi fikirləşərək sağlığımızı təhlükə altına almayaq. Biz əslində bugün bir çox odontoloji problemlərdən, çıxan-çıxmayan qurulardan danışacağıq, amma məlum məsələ ilk efirimiz idi. Hələ müəyyən qədər giriş informasiyaları verdi. İnşallah növbəti proqramlarda əhatəli müzakirəmiz davam eləyəcək axarında. Yay mövsümündə işləyən kifayət qədər çox saylı sahələr oldu. Düzdür, bəzi hallar dedilər, sənət sahəsində müəyyən durğunluq oldu. Çünki məhərrəmliyə düşdü yay mövsümü, müəyyən qədər fasilə oldu, amma ümumiyyətlə nə kimi işlər oldu, yay mövsümündə nələr elədiniz, Leyla xanım? Yayda məhərrəmliyə düşdü, düz qeyd elədiniz, toylar təbii ki olmadı, ancaq tədbirlər filan olurdu. Yayda içinə istirahət elədik uşaqlarla bərabər. Düşünürəm ki, istirahət mütləq çox vacibdir, çünki insan bir yenilənmə gedir. Mən də yayda istirahət mütləq eləməliyəm. Uşaqlardansa vəbşə iki qat yəni o istirahət olmalıdır. İstirahətdə yollandıq uşaqlarla bərabər. Çox insanlar yenilənmə düyməsini basdınız özünüz üçün. Bəli. Mən xarici ölkəyə də gedəndə mütləq uşaqlar bizlə gedir. Elə valideynlər var ki, yəni aparmırlar uşaqları ki, ikili səyahət olsun, yoldaşımla səyahət edim. Amma bizdə qətiyyən belə bir şey yoxdur. Mən uşaqlarsız heç ara gedə bilmərəm, yoldaşım da elə.
biz bütöv gedirik, yəni ailə olaraq gedirik. Çünki mən düşünürəm ki, 1 yaşında uşağı anasız heç mən özüm də qoya bilmərəm. Ağlayır. Mən hətta çəkilişə gedəndə də ağlayır mama. Nənələri sağ olsun başını biraz qatırlar. Yəni düşünürəm ki, ümumiyyətlə 1-2 yaşında uşağı, hətta 5 yaşında uşağı da uzun müddətli doktor anasız qoymaq, mən özüm vicdanım da onu qəbul eləmir. Övladlarıma da çox bağlıyam. Ona görə biz bir yerdə gedirik. Sağ Hər olun. şey hər duyğu qədərində gözəldir. Hər bir şey. Özünüzə də vaxt ayırmağı bacarmalısınız. Ay, Uşaqlara da vaxt bağımlılıq ayırmağı yaratmasın. bacarmalısınız. Çünki bu digər problemlərə yol aça bilər ailədə. Mən bunun üçün deyirəm. Mən Lazımdır. şəxsən bugünkü proqramdan çox böyük zövq aldım. Tam səmimi deyirəm. Çox sürətli keçdi proqramımız. Eynən. Bu adında çox maraqlı məhsullar oldu. Yenidən görüşmə ümidi ilə sizlərlə sağollaşıram. Eyni zamanda izləyicilərimi sağollaşıram. Sonda səbrlə ifası olacaq. Gəl yanıma. Dəyərli qonaqlarım Orxan bəy, Orxan Şəfizadə, siz dəyərli Lamiyə xanım çox dərin təşəkkür edirik. Dəyərli Gülnar xanım, hər birinizə qızdan dəyərli zamanınızı ayırıb gəldiyiniz üçün çox dərin təşəkkürlər. Sonda fikirləriniz varsa buyura bilərsiniz. Bir müraciətim olacaq Əlbəttə. insanlara. Bütün ümidləri qırılan valideynlər, uşağımın yaşı keçib artıq faydası olmayacaq düşünən valideynlər, gecikmişik, bunun xeyri yoxdur, heç bir şey düşünməyin. Bayaq qeyd etdiyim kimi son söz Rəbbindir. Biz isə vasitəyi sizlərlə birgə əllə verib öhdəsindən gəlməyə, gecikdirməyin. Bir də bilərək yaşamayın, keçin artıq fərqindəliyə, dərk etməyə. Biz çünki yalnız dərk eləyəndə başlayacaq nəyəsə icra eləməyə. Yetər qədər. ki, özünüz özünüzə gecikməyək. Lamiyə xanım. Minnətdaram. Sadəcə bir onu deyə bilərəm ki, sağlamlığınızın qeydinə qalın, həkimlərə vaxtında müraciət edin ki, sizin problemləriniz vaxtında aşkarlanıb doğru düzgün müalicə olunsun. Sizin həm qrup yoldaşınız, həm də mənim dəyərli dostum Fidan xanım Rəcəbovanın çox gözəl sloqanı var dişlə bağlı. Deyir, dişləriniz varkən gülümsəyin. Bəli, İndi mən eynən. dişlərlə bağlı Fidanın sloqanıyla yekunlaşmaq istəyirəm. İndi bilmirəm biz izləyirik yoxsa yox, amma hər zaman qeyd edirəm. Məlumatlıdır demişəm, yəqin ki izləyər. Ümid edirəm izləyir. Fidan, dişlərin varkən gülümsə əziz dostum. Dostum da bizim yanımızda əmin əllərdədir, narahat olma. Çox dərin təşəkkür edirəm dəyərli Lilamız sizə. Sonda səbr elə ifasıyla Gəlsin. səbr eləyəcəyik sabaha qədər. Çünki sabah yenidən biz proqramımız saat 10:00-da sizlərin qarşısında olacağıq. Sabaha qədər özünüzdən müğayət olun. Xudahafiz. Təbii ki olmadı. Ancaq tədbirlər falan olurdu. Yayda üçün istirahət